Mixail Şoloxov, Sakit Don. 1-ci kitab. Bizim şanlı torpağımız ağac xışla şumlanmamış. Bu torpaq at dırnağı ilə şumlanıbdır, qarış-qarış. Bu torpağa toxum deyil, kazak başı səpilmişdir. Bizim sakit donumuzu dul qadınlar bəzəmişdir. O sakit don yetimlərin qanı ilə al boyanır. Ata-ana gözyaşları sakit donda dalğalanır. A mehriban, a sakit don, de sirrini, sən açıqsan. Ah, sənə de nə olubdu, a sakit don, bulanıqsan? Necə bulanıq olmayım? Durulmaq da deyil asan. Məni dibimdən qaynayan soyuq bulaqlar yandırır. Axı məni, sakit donu, ağ balıqlar bulandırır. Qədim Kazak mahnılarından. 1-ci hissə. Melexovların evi xutorun lap kənarındadır. Onların malqara pəyəsinin qapısı şimala, Don çayına baxır. Yaşıl mamır basmış tabaşirli qayalar arasından keçən sərt eniş qutaranda sahil başlanır. Burada balıq qulaqları sədəf kimi ətrafa səpələnmiş, dalğaların yuyub qəşəngləşdirdiyi xırda çaydaşları boz, əyri-üyrü haşiyə kimi uzanır, sonra isə küləyin ləpələndirdiyi donun işıldayan qara gür suları axıb gedir. Şərqdə, çəpərləri qızıl söyüddən hörülmüş xırmanların altında böyük yol, alatala yovşanlıq, at dırnaqları altında qalıb tapdanmış, boz, davamlı bağa yarpaqlar görünür. Yol ayrıcında balaca kilsə qaralır. Buradan o yanda isə qərarsız duman çökmüş çöldür. Cənubda Tabaşirli dağın zirvəsi görünür. Qərbdə Xutorun meydanını kəsib keçən küçə Subasara dirənir. Kazak Prokofi Melexov Xutora keçən Türkiyə müharibəsindən qayıtmışdı. O, gələndə Türkiyədən özünə arvad da gətirmişdi. Bu balaca qadın daim başına şal örtür və adamlardan yaşınır, vəhşiləşmiş, qüssəli gözlərini nadir hallarda göstərirdi. İpək şalından uzaq yerlərin tanınmaz, bilinməz ətri gəlir, onun əlvan naxışlarına qadınlar həsəd aparırdılar. Əsir türk qızı Prokofinin qohumlarından kənar gəzdiyi üçün qoca Melexov tezliklə oğlunu ayırdı. Oğlundan küstü, ölənə qədər onun evinə getmədi. Prokofi çox keçmədən özü üçün dam-daş düzəltdi. Dülgərlər dirəkləri yonub ev quraşdırdılar. O özü malqara üçün ağıl çəpərlədi. Payız girəndə isə beli bükük qərib arvadı ilə birlikdə təzə mənzilinə köçdü. O, avadanlıq yüklənmiş arabanın dalınca arvadı ilə birlikdə xutorun içindən keçib gedəndə məmə yeyəndən pəpə yeyənə hamı küçəyə tamaşaya çıxdı. Kazaklar bunu görüb xısın-xısın gülür, qadınlar haraydadıla bir-birini səsləyirdilər. Bir dəstə kirli kazak uşağı Prokofinin dalınca düşüb ona ələ salırdı. Lakin çəpkəninin yaxasını açmış Prokofi sarışın kəkilli başını dik tutub gedir, arvadının zəif biləyindən qarabuğdayı əli ilə bərk-bərk yapışaraq, şumda yeriyən adam kimi yavaş-yavaş addımlayırdı. Yalnız üzünün əti tərpənir, qabarır, bir də həmişə daş kimi hərəkətsiz olan qaşlarının arasını tər basırdı. Bu əhvalatdan sonra o xutorda az-az görünür, meydana, cəmaət arasına çıxmırdı. Kəndin kənarında, donun sahilində, öz daxmasında yalquzaq kimi tək yaşayırdı. Cəmaət arasında onun barəsində qəribə şeylər danışırdılar. Köç yolunun ardında dana oturan uşaqlar deyirdilər ki, Prokofinin hər axşam gün batan çağı arvadını qucağına alıb düz Tatarsk kurqanına qədər apardığını güya gözləri ilə görüblər. Prokofi arvadını orada, təpənin lap zirvəsində əsrlər keçdikcə ovuq-ovuq olmuş bir daşın qabağında oturdur, özü də onunla yanaşı əyləşir və uzun müddət çölə tamaşa edirdilər. Gün batıb hava qaralıncaya kimi beləcə oturub baxırdılar. Sonra Prokofi yenə arvadını öz kaftanına bürüyüb qucağına alır və evə gətirirdi. Xutor cəmaatı fikirləşir, bu qəribə hərəkətlərin səbəbini tapmaq üçün müxtəlif mülahizələr irəli sürürdü. Başları dedikoduya qarışmış qadınlar isə fikirləşməyə macal tapmırdılar. Prokofinin arvadı barədə də hərə bir söz deyirdi. Kimi deyirdi ki, o misilsiz gözəldir. Kimisi də əksinə bu fikirdə idi ki, o kifirdir. Arvadların ən sırtığı olan Jalmerka Mavra təzə xəmrə almaq bəhanəsi ilə Prokofinin yanına gedəndən sonra məsələ aydınlaşdı. Jalmerka sözünün mənası əskər arvadı, əskəri xidmətə çağırılmış kazak arvadı deməkdir. Prokofi xəmrə gətirmək üçün aşağıya, zirzəmiyə enmiş, o qaydana kimi Mavra diqqətlə baxıb görmüşdür ki, Prokofinin gətirdiyi türk qızı kifirin biridir. Biraz sonra qıpqırmızı qızarmış, şalı çiyninə sürüşmüş Mavra qeybət qırır, tində bir araya toplanmış qadınlara deyirdi.
Ay qadan zalım, bir desəniz görək bu kişi onun nəyinə bənd olub? Heç olmasa baba tarvad olsaydı dərdiyarı idi. Amma bu nədir belə? Nə yambızı var, nə göbəyi. Eybəcərin biridir. Bizim qızlar mağul ondan gözə gəlimlidir. Bəli, çöl arısı kimi napnazi idi. Dartsan ortadan üzülər. İri qara gözləri elə zəhmlidir ki, baxanda İraq olsun, adamın bağrı yarılır. Həm də deyəsən, Allah haqqı hamilədir, bugün sabah doğar. Bugün sabah doğar, deyib qadınlar təəccüb etdilər. Uşaq deyiləm ki, belə şeyi bilməyəm. Özüm üçcəciyini doğub böyütmüşəm. Bəs sirsifətdən necədir? Sirsifətdənmi? Sarıdır, gözləri kədərlidir. Görünür qürbət eldə günü xoş keçmir. Bir şey də deyim ay arvadlar. O nə geymiş olsa yaxşıdır. Profokinin şalvarını. Qorxmuş arvadlar bir ağızdan çığırışdılar. Yox ha. Bax bu gözlərimlə gördüm. Ayağına şalvar geyinmişdi. Amma yanlarında qırmızı zolağı yox idi. Yəqin ərinin iş şalvarını geyinmişdi. Köynəyi elə uzun idi ki, lap topuğuna çatırdı. Şalvarının balaqlarını isə corabının içinə salmışdı. Ona bircə kərə diqqətlə baxan kimi bədənim buza döndü. Xutorda pıçıldaşırdılar ki, Profokinin arvadı cadügərlik edir. Astaxovların gəlini. Onlar Xutorun qutaracağında Prokofinin qonşuluğunda yaşayırdılar. And içirdi ki, Prokofinin arvadını Troitsa bayramının ikinci günü sübh qaranlığında ayaqyalın, saçları çiyinlərinə tökülmüş halda onların həyətinə gəldiyini, oturub inəyi sağdığını öz gözləri ilə görmüşdür. Troitsa bayramı xristian dini bayramlarından biridir. O vaxtdan inəyin yeli qurudu, uşaq yumruğu boyda oldu, südü kəsildi və inək tezliklə gəbərdi. Həmin il həddindən artıq malqara tələf oldu. Don yaxınlığındakı burdaqda hər gün qumsal burunda inək və şimək ileşləri qaralırdı. Sonra atlara qırğın düşdü. Stanitsa örüşündə otlayan ilxılar seyrəlir, atların sayı günü-gündən azalırdı. Bax, elə bu zaman döngə və küçələrdə pis şaiə yayılmağa başladı. Kazaklar Xutor yığıncağından birbaşa Prokofinin yanına gəldilər. Ev sahibi artırmaya çıxdı. Gələnlərə salam verdi. Cana bax saqqallar, xeyr ola, nədən ötürü təşrif gətirmisiniz? Artırmaya yaxınlaşmış izdiham lal dinməz qurudu. Nəhayət, azca kefli olan bir qoca qışqırdı. O cadügərini dart eşiyə çıxart, onu mühakimə edəcəyik. Prokofi daxmaya cumdu, amma dəhlizdə onu yaxaladılar. Camaat arasında ləqəbi Lyushinya olan ucaboy bir topçu Prokofinin başını divara vura-vura onu dilə tuturdu. Hayküy salma, boş yerə hayküy salma. Sənə dəyməyəcək, amma arvadının canını alıb yerə quyulayacaq. Bütün Xutorun malqarasız qalıb məhv olmağındansa onun tələf olması yaxşıdır. Sən gəl çapalama, yoxsa başını divara elə çırparam ki patlar. Artırmada qışqırıq qopdu. O qancığı dart həyətə. Orduda Prokofi ilə eyni polkda qulluq edən bir kazak türk qızının saçlarını dəstələyib əlinə doladı. O biri əli ilə qışqırmaq istəyən qadının geniş açılmış ağzını tutdu. Onu tez sürüyüb dəhlizdən eşiyə çıxartdı və izdihamın ayaqları altına atdı. Qadının nəzik çığırtısı nərildəyən səslər arasında aydın eşidildi. Profoki 6 nəfər kazakı itələyib yıxdı. Otağa cumdu, divardan asılmış qılıncını qapdı. Kazaklar bir-birini itəliyə-itəliyə həyətə cumdular. Profoki şimşək kimi parıldayan qılıncını başı üzərində vıyıltı ilə oynada-oynada sıçrayıb artırmadan aşağı düşdü. İzdiham yerindən oynadı. Hərə bir yana qaçdı. Profoki ambarın yanında qaçmaqda əli olmayan topçu Lyushinyanı haqladı. Qılıncını onun sol çiyini üstündən çəpəki endirdi. Tiyə kəmər yerinədək işlədi. Topçunun gövdəsini 2 parça elədi. Hasarın payalarını dartıb çıxaran kazaklar qaçıb çölə səpələndilər. Yarım saatdan sonra cürətlənmiş izdiham həyətə yaxınlaşdı. Kəşfiyyatçılıq edən 2 kazak qısla-qısla dəhlizə girdi. Profokinin qan aparmış arvadı mətbəxin astanasında yerə sərilmişdi. Onun başı yöndəmsiz halda yana əyilmişdi. Dəhşətli ağrıdan açıla qalmış ağzında dişləm-dişləm olmuş dili tərpənirdi. Profoki isə başı əsə-əsə və dəhşətli nəzərlə gözlərini zilləyib zıqqıldayan bir parça əti, vaxtından əvvəl doğulmuş körpəni kürkünə bürüyürdü. Profokinin arvadı o gün axşam öldü. Yarımçıq doğulmuş uşağa Profokinin anasının yazığı gəldi. Onu saxlamaq üçün apardı. Uşağı kəpək xaşılına tutdular. At südü ilə əmizdirdilər və bir aydan sonra türkə oxşar qarabuğdayı oğlan uşağının sağ qalacağına əmin olaraq onu kilsəyə apardılar. Xaç suyuna salıb ad qoydular. Ona babasının adını qoydular.
Panteley. Prokofy 12 il katorqa cəzası çəkdikdən sonra qayıtdı. Vurulmuş çal kürən saqqalı, geydiyi adi rus paltarı onu kazaka deyil yad adama oxşadırdı. O, oğlunu öz evinə gətirdi və təsərrüfatı ilə məşğul olmağa başladı. Panteley böyüyür, tünd qara buğdayı dəlisov bir oğlan olurdu. Üzündən, qıvraq bədənindən anasına oxşuyurdu. Profoki onu qonşuluğunda yaşayan bir kazakın qızı ilə evləndirdi. O zamandan türk qanı ilə kazak qanı bir-birinə qarışmağa başladı. Xutorda donqarburun, xüsusilə göyçək olan Melexovlar, cəmaət arasında isə türklər adlanan kazak nəsli belə yarandı. Panteley atasını dəfn etdikdən sonra təsərrüfatla möhkəm məşğul olmağa başladı. Evin damını söküb təzələdi. Yarım desyatinə qədər xam yeri çəpərləyib həyətinə qatdı. Təzə mərək və ambar tikdi. Üstünə tənəkə vurdu. Ev sahibinin sifarişi ilə taxtapuşçu tənəkə qırıqlarından 2 dənə xoruz quraşdırdı. Bunları ambarın damına mıxladı. Xoruzlar öz laqeyd görkəmləri ilə Melexovların həyətinə yaraşıq verir, buranı kefikök, varlı kazak həyətinə bənzədirdi. Yaşa dolduqdan sonra Panteley Prokofyeviç iri cüssəli bir adam oldu. Gövdəsi yoğunladı, beli biraz büküldü. Amma hələ də canı saz qocalardan biri idi. Onun sümüyü xırda idi, qıçı axsıyırdı. Cavanlıqda imperator baxışı zamanı cıdırda sol qıçı sınmışdı. Sol qulağında gümüş aypara sırğa var idi. Şəvə kimi qara saqqalı və saçı qocalana kimi ağarmamışdı. Qəzəblənəndə az qalırdı ağlı başından çıxsın. Bir zamanlar göyçək olan arvadını vaxtından əvvəl qocaldan, onu üzü qırışmış kök arvada çevirən də görünür bu tünd xasiyyəti idi. Onun indi evli olan böyük oğlu Petro anasına çəkmişdi. O, orta boylu, fındıq burun, sarımtıl qalın saçlı, qonurgöz bir oğlan idi. Kiçik oğlu Grigori isə atasına çəkmişdi. Qardaşı Petrodan 6 yaş kiçik olduğu halda boyda ondan bir qarış hündür idi. Burnu dədəsininki kimi çalağan dimdiyinə oxşuyurdu. Azacıq çəp olan göz çuxurlarında qaynar badamı gözləri işim-işim ışıldayırdı. Almacıq sümükləri çox çıxıq, üzünün dərisi mixəyi rəngdə idi. Dədəsi kimi o da yeriyəndə belini azacıq bükürdü. Hətta onların təbəssümlərində də bir oxşarlıq, bir növ vəhşilik sezilirdi. Melexovlar ailəsi bunlardan başqa bir də uzunqollu, iri gözlü Dunyaşkadan, ata-anasının sevimlisi olan yeniyetmə qızdan, bir də südəmər uşağı olan Daryadan, Petronun arvadından ibarət idi. 2. Dan yeri ağarır, bozumtul səmada tək-tək ulduzlar sezilirdi. Buludlardan aşağıda külək əsirdi. Donun üstü ilə süzən duman atlı kimi çapır, təbaşirli dağın döşünə yayılır, oradan başsız boz gürzə kimi sürünə-sürünə sıldırım qayaların arasına girirdi. Çayın sol sahilindəki düzlər, qumsallıqlar, qobular, keçilməz qalın qamışlıqlar, şeh düşmüş meşə, soyuq şəfəq ilə ışıldayırdı. Hələ boylanmamış günəş üfüqü qırmızı şəfəqə bürümüşdü. Melexovların evində yuxudan hamıdan əvvəl Panteley Prokofyeviç oyandı. O, naxışlı köynəyinin yaxasını tələsik düyməliyə-düyməliyə artırmaya çıxdı. Ot basmış həyətə elə bil şehdən gümüşü xalı salınmışdı. O, ağılın ağzını açdı, malqaranı küçəyə ötürdü. Əynində təkcə alt köynəyi olan Darya inəkləri sağmağa qaçdı. Onun ağ çılpaq baldırlarına şeh damcıları səpələnir, yeridikcə həyət boyunca yerə yatmış ot üstündə ayaqlarının bozumtul izi qalırdı. Panteley Prokofyeviç indicə Daryanın ayaqları altında qalıb əzilmiş otların necə qəddini düzəltdiyinə tamaşa edib evə girdi. Bağa baxan açıq pəncərənin qabağındakı albalı ağacının tökülən çiçəklərinin qırmızı ləçəkləri pəncərə altında saralırdı. Grigori qolunu kənara uzadaraq üzü qoylu yatmışdı. Qrişka, balıq tutmağa gedəcəksənmi? Nə? Grigori pıçıltı ilə soruşdu və ayaqlarını çarpaydan aşağı salladı. Gedək, işıqlanana kimi orada oturaq. Grigori fısıldaya-fısıldaya iş şalvarını askıdan götürüb geydi. Balağını ağ yun corablarının içinə saldı. Dabanı əyilmiş çarığını geyməyi xeyli çəkdi. Atasının dalınca dəhlizə keçəndə xırıltılı səslə soruşdu. Anam tilov yemi bişiribmi? Bişirib. Sən get qayığın yanına, mən də indi gəlirəm. Qoca pörtlədilmiş ətirli buğdanı bir küpəyə doldurdu. Stolun üstünə tökülmüş dənələri qədir bilən kişi kimi ovcunun içinə siyirdi və sol ayağını çəkə-çəkə eniş tərəfə getdi. Saçı pırpızlaşmış Grigori qayığın içində oturmuşdu. Hara sürüm? Çornu yar tərəfə. Bu günlərdə oturduğumuz yerə, suya batmış kötüyün yanına sür. Bəxtimizi sınayaq.
Qayığın dal tərəfi xırçıltı ilə torpaqdan aralandı. Suya girdi. O sahildən uzaqlaşdı. Suyun axarı onu yırğalaya-yırğalaya böyrü üstə aşırmağa çalışaraq götürüb getdi. Qriqori avar çəkmir, qayığa yalnız bir kürək ilə istiqamət verirdi. Avar çək görək, qoy çayın ortasına çataq, orada avar çəkərəm. Qayıq suyun sürətlə axan yerindən keçdi, sol sahilə yönəldi. Xutorda xoruzlar banlaşırdı. Onların burada, suda boğuq çıxan səsləri güclə eşidilirdi. Qayıq iri qumlu qara sıldırım sahilin yanından keçdi, iri çalaya yaxınlaşdı. Sahildən 5 sajın uzaqda suya batmış qara ağacın əyri-üyrü budaqları görünürdü. Burulğan onun dövrəsində qabarcıqlı boz köpük əmələ gətirirdi. Atası Qriqoriya pıçıldadı. Sən çözələ, toru aç, mən də ucuna tilov bağlayım. Və əlini küpənin isti boğazından içəri saldı. Çaya atılmış buğda dənələri açıq aydın suyu sıçratdı. Elə bil kimsə yavaşca pıçıldadı. Çık. Qriqori pörtlədilmiş dənələri qarmağa keçirtdi. Gülümsündü. Gəlin, iri balıq, xırda balıq, gəlin. Suya atılmış tilov ipi əvvəlcə dairəciklər əmələ gətirdi. Sim kimi dartıldı, lakin qursa suyun dibinə toxunduqda təzədən boşaldı. Qriqori tilov qamışının ucunu ayağının altına qoydu. Onu tərpətməməyə çalışaraq əlini tənbəki kisəsini çıxartmaq üçün cibinə saldı. Dədə, deyəsən işimiz düz gətirməyəcək. Ay kiçilməkdədir. Kibrit götürmüsənmi? Hə, yandır görüm. Qoca papirosunu yandırdı. Əyri-üyrü budaqların arxasında ilişib qalmış günəşə baxdı. Bu sazanın işini bilmək olmaz. Bəzən ay kiçiləndə də tilova gəlir. Qriqori köksünü ötürdü. Şıqqıltı var, xırda balıqdır, yemi dartışdırır. Qayığın yanında suda güclü şappıltı eşidildi. Su çalxalandı. 2 arşın uzunluğunda mis kimi qırmızı bir sazan vıyıltı ilə dik atıldı. Pıtraqlı quyruğu havada qatlandı. Təzədən suya düşdü. İri su damlaları qayığın içinə sıçradı. Panteley Prekovyeviç islanmış saqqalını qolçağı ilə silib deyindi. İndi gözdə ki, nə vaxt gələcək? Suya batmış qara ağacın yaxınlığında onun iri budaqları arasında 2 sazan eyni anda sudan sıçradı. Bunlardan biraz kiçik olan 3-cü sazan sıldırım sahil yaxınlığında 2 dəfə atılıb havada qıvrıldı. Gözləməkdən yorulmuş Qriqori çəkdiyi eşmənin islanmış ucunu səbirsizliklə çeynəyirdi. Tutqun günəş xeyli yüksəlmişdi. Panteley Prokofyeviç gətirdiyi tilov yemini suya töküb qutarmışdı. O, dodaqlarını narazılıqla büzür, küt baxışlarını tilovun tərpənməyən ucundan ayırmırdı. Qriqori eşmənin qalığını hirsli-hirsli uzağa tüpürdü. Onun sürətlə uçmağına qəzəblə tamaşa etdi. Qriqori ürəyində onu belə tezdən durğuzan, doyunca yatmağa qoymayan atasını söyürdü. Ac qarına tütün çəkdiyindən ağzında ütülmüş cod tük dadı duyurdu. Əyilib ovcunu su ilə doldurmaq istəyirdi ki, bu zaman sudan yarım arşın bayıra çıxan tilov ipi ehmalca tərpəndi, yavaş-yavaş aşağıya dartıldı. Qoca bağırdı. Çəksənə! Qriqori özünü yığışdırdı. Tilov ağacından yapışıb yuxarı çəkdi. Amma ağac onun əlində çəmbər kimi əyilib, ucu sürətlə suya girdi. Qızıl söyüddən sazlanmış bərk tilov ağacını elə bil böyük qüvvə ilə aşağı dartdılar. Qoca qayığı itələyib sahildən uzaqlaşdıraraq inləyə-inləyə dedi. Bərk tut. Qriqori var gücünü topladı. Tilov ağacını qaldırmaq istədi, amma bacarmadı. Yoğun tilov ağacı yavaşca çatladı, ortasından sındı. Müvazinətini itirmiş Qriqori yırğalandı. İpi tilova keçirə bilməyən Panteley Prokofyeviç öz-özünə pıçıldadı. Gör nə zırpı şeydi. Qriqori həyəcan içində gülə-gülə ipi təzə tilov ağacına bağlayıb tilovu suya atdı. Qursa suyun dibinə çatan kimi tilov ağacı qatlandı. Qriqori şütüyüb özünü suyun axarına salmaq istəyən balığı suyun dibindən güclə yuxarı çəkə-çəkə qımışdı. Axır ki tutdum. Tilov ipi bərk dartılıb dairə vurmağa, onun ardınca isə çəpinə kəsilmiş yaşılımtıraq kətan parçası kimi su qalxmağa başladı. Panteley Prokofyeviç Çalovun dəstəsini cod barmaqları ilə araşdıra-araşdıra dedi. Onun üzünü axarın əksinə çevir. Saxla, yoxsa ipi mişar kimi kəsər. Qorxma. İri, sarımtıraq qırmızı bir sazan suyun üzünə qalxdı. Suyu köpükləndirdi və yekə alınlı küt başını qısdı. Təzədən suyun dibinə cumdu. Andır, gör ipi necə dartır. Əlim lap keyidi. Bir dayan sənə göstərərəm. Saxla, Qrişka. Saxlayıram. Gözdə, qayığın altına soxulmağa qoyma. Gözlə ha. Qriqori nəfəsini dərdi. Böyrü üstə çevrilmiş sazanı dartıb qayığa yaxınlaşdırdı.
Qoca çalovu götürmək üçün əlini uzatmışdı ki, sazan son qüvvəsini toplayıb təzədən suyun dibinə getdi. Dart, başını sudan bayıra çıxart. Qoy biraz hava utsun, onda sakitləşər. Qriqori taqətdən düşmüş sazanı sudan çıxartdı. Onu təzədən qayığa tərəf dartdı. Ağzını geniş açmış sazanın burnu qayığın kələkötür qırağına dəydi. O dayandı. Üzgəcləri narıncı zər varağı kimi parıldadı. Panteley Prokofyeviç çalovla onu qaldıra-qaldıra dedi. Hə, canın qutardı. Yarım saatda oturdular. Sazanlara qarşı mübarizə qutarmaqda idi. İpi yığ, Qrişka. Deyəsən qismətimiz elə bu idi. Daha tuta bilməyəcəyik. Yığışdılar. Qriqori qayığı itələdi, sahildən aralandı. Yolu yarı elədilər. Qriqori atasının üzünə baxıb onun sözlü adama oxşadığını gördü. Qoca isə dinmir, dağ ətəyində səpələnmiş xutor evlərinə tamaşa edirdi. Bax, Qriqori, məsələ belədir. Sən, deyib, o tərəddüdlə ayağı altındakı kisənin bağını dartışdıra-dartışdıra sözə başladı. Görürəm, nə isə Aksiniya Astaxova ilə... Qriqori qıpqırmızı qızardı, üzünü yana çevirdi. Köynəyinin yaxalığı əzələli, günəşdən qaralmış boynunun ətini sıxdı. Ağ bir zol əmələ gətirdi. Bəri bax, oğlan, deyib, atası bu dəfə sərt və qəzəbli səslə sözünə davam etdi. Sözlərimi yaxşı eşit, gör nə deyirəm. Stepan bizimlə qonşudur. Mən buna yol vermərəm ki, sən onun arvadı ilə oynayasan. Bunun axırı rüsvayçılıqla nəticələnə bilər. Odur ki, bəri başdan sənə xəbərdarlıq edirəm. Bir şey görsəm, səni möhkəm əzişdirəcəm. Panteley Prokofyeviç yumruğunu düyünlədi. Dombalan gözlərini qıyıb, oğlunun qıpqırmızı qızarmış üzünə baxdı. Böhtandır, deyə Qriqori səsi suyun dibindən gəlirmiş kimi boğuq səslə dilləndi və çəkinmədən atasının göyərmiş burnunun üstünə baxdı. Sən dinməsən yaxşıdır. Adamlar çox söz deyə bilərlər. Sus, köpək oğlu! Qriqori var gücü ilə avar çəkməyə başladı. Qayıq atıla-atıla getdi. Qayığın arxasında su burumları ahəngdar səslə ləpələndi. Körpüyə çatana kimi heç biri dinmədi. Artıq sahilə yanaldıqları zaman atası ona möhkəm tapşırdı. Bəri bax, dediyimi unutma, yoxsa bugündən heç bir məclisdə mağara getməyəcəksən. Ayağını həyətdən bayıra qoymayacaqsan. Bax belə. Qriqori səsini çıxartmadı. Qayığı iplə sahildə bağlayanda soruşdu. Balığı aparım arvadlara verim? Atası yumşaldı. Apar tacirlərə sat. Puluna tütün al. Qriqori dodaqlarını çeynəyə-çeynəyə atasının dalınca gəlirdi. O, qəzəb dolu baxışlarını atasının möhkəm peysərinə zilləyib öz-özünə düşünürdü. Lap ölsən də bu axşam gəzməyə gedəcəm. Evdə Qriqori balığın pullarına yapışıb qurumuş qumu tərtəmiz yudu, qulaqlarından çubuğa keçirdi. Qapıdan çıxanda köhnə dostu və yaşıdı Mitka Korşunova rast gəldi. Mitka gedə-gedə gümüş kəmərinin yaraşıqlı ucunu barmaqları arasında oynadırdı. Onun balaca, girdə, sarı və azca sırtıq gözləri həyasızcasına işıldayırdı. Göz bəbəkləri pişiyinki kimi dik baxdığından Mitkanın baxışı süzgün, sezilməz idi. Balığı hara aparırsan? Bugün tutmuşuq, tacirlərə satmağa aparıram. Moxolovlara mı? Hə. Mitka balığın çəkisini gözə yarı təyin elədi. 15 girvənki olar mı? Yarımı da var. Əl tərəzisində çəkmişəm. Məni də apar, çənəboğaz elərəm, artığa satarıq. Gedək. Bəs mənə nə düşəcək? Boş danışmaqdan nə çıxar, düzəlişərik. Günorta ibadətindən qayıdan cəmaat küçələrə dağılışmışdı. Ləqəbləri Şamillər olan 3 qardaş, Kazaklar yanaş yeriyirdilər. Bunlardan biri böyük qardaş, bir qolu kəsik Aleksey ortada idi. Mundirinin dar yaxalığı onun damarlı boynunu sıxıb dik saxlayırdı. Seyrək, qıvrım tüklü haça saqqalı yanlara pırtlamışdı. Sol gözü əsəbi halda səyriyirdi. Xeyli vaxt bundan əvvəl təlim vaxtı tüfəng Alekseyin əlində partlamış, çaxmağın bir parçası qopub üzünü eybəcərləşdirmişdi. O zamandan bəri Alekseyin bir gözü yerli-yersiz hey səyriyirdi. Göy rəngli çapıq yanağından saçlarının arasına kimi uzanırdı. Partlayış onun sol qolunu da dirsəyinə qədər aparmışdı. Ancaq Aleksey eşməni təkəlli də səhv etmədən məharətlə bükürdü. O, tütün kisəsini qabarıq sinəsinə söyküyür, dişi ilə ona lazım olan qədər kağız kəsir, onu burur, içinə tütün doldurur və barmaqları ilə cəld eşirdi. Adam kənara baxmağa macal tapmamış, Aleksey artıq kirpi çala-çala hazır eşməni ağzında tutub yandırmaq üçün kibrit istəyirdi. O, tək qol olsa da yumruq davasında Hutorda birinci sayılırdı.
Yumruğu çox da iri değildi. Kiçik kudu boyda idi. Bir gün yer şumlayanda Alekseyin öküzə acığı tutur. Əlini atır ki, qamçını götürsün, qamçını tapmır. Qolaylanıb öküzə bir yumruq ilişdirir. Biçarə heyvan böyrü üstə şırımın içinə yıxılır. Qulağından qan açılır. Sonra güc-bəla ilə özünə gəlir. Alekseyin o biri qardaşları Martin də, Proxor da hər cəhətdən böyük qardaşlarına oxşuyurdular. Onlar da Aleksey kimi qısa boy və palıd kimi gövdəli idilər. Ancaq onların qolları salamat idi. Qriqori Şamil qardaşları ilə salamlaşdı. Mitka isə sərt hərəkətlə başını yana çevirib düz keçdi. Pəhriz bayramında iki cərgə olub üz-üzə yumruq davası vaxtı Alyoşka Şamil qolaylanıb Mitkanın ağzına bir yumruq ilişdirmişdi. Ağzı qanla dolmuş Mitka tüpürərkən iki azı dişi nallı çəkmələrin cızıq-cızıq etdiyi göyümtıraq buzun üstünə düşmüşdü. Aleksey onların bərabərinə çatdıqda azı 5 dəfə kiprik çaldı. Balığı satsana. Satıram, al. Neçəyə deyirsən? Arvadını da üstəlik versən bir cüt öküzə. Aleksey gözlərini qıydı. Kəsik qolunu oynatdı. Sarsağın biri sarsaq. Ahaha, arvadımı. Balasını da götürərsənmi? Qriqori istehza ilə dedi. Onu özünə nəsil üçün saxla, yoxsa Şamillərin kökü kəsilər. Kilsə hasarının yaxınlığındakı meydana cəmaət yığışmışdı. İzdihamın ortasında dayanmış Ktitor əlindəki qazı başından hündürə qalıb qışqırırdı. Yarım manat. Verdilər. Kim artıq verir? Ktitor kilsə ağsaqqalı mənasını verir. Qaz boynunu fırladır, muncuq kimi xırda gözlərini nifrətlə qıyırdı. Dövrə vurmuş adamların arasında döşü xaç və medallarla dolu ağsaqqal balaca bir qoca əllərini ölçə-ölçə danışırdı. Mitka gözləri ilə yığnağı göstərərək dedi. Bizim Qrişalka baba Türkiyə davasından göplüyür. Gedib qulaq asaq? Ona qulaq assan sazan iylənər, şişər. Şişərsə daha yaxşı, çəkisi artar, bizə xeyir olar. Meydanda yanğın söndürənlər komandası ambarının dalında dişlələri sınmış yanğın söndürən su çəlləklərinin qurulduğu yerdən Moxolovların imarətinin yaşıl damı görünür. Qriqori ambarın yanından keçəndə nədənsə burnunu tutdu, tüpürdü. Doqqasını dişində tutmuş bir qoca şalvarını düyməliyə-düyməliyə çəlləklərin dalından çıxırdı. Təntimişdin, deyə Mitka kişiyə söz atdı. Qoca axırıncı düyməsini də bağladı, doqqasını ağzından götürdü. Sənə nə var? Gərək burnun da içinə bataydı, saqqalın da, saqqalın da. Elə bulanaydı ki, arvadın bir həftəyə yuyub təmizləyə bilməyəydi. İncimiş qoca dedi. Əclaf, mən bu saat sənə həddini bildirərəm. Mitka gözlərini günəşdən qamaşırmış kimi qıyıb dayandı. Görən də deyər ki, bu nəcib adamdır. İtil buradan köpək oğlu. Nə yapışmısan yaxamdan? Bu kəmərlə səni o qədər döyərəm ki, atanın toyu yadva düşər. Qriqori gülə-gülə Moxovların imarətinin artırmasına yaxınlaşdı. Artırmanın məhəccəri boyunca cır üzüm tənəkləri bir-birinə sarmaşmışdı. Artırmaya düşən ləkəli kölgələr aramla tərpənirdi. Bax, Mitri, gör adamlar necə yaşayırlar. Qapının dəstəyinə bax, o da zərlidir, deyib Mitka aynəbəndin qapısını araladı və pıqqıldadı. O babanı bax bura göndərəsən otursun. Aynəbənddən onları səslədilər. Kimsiniz? Qriqori qorxa-qorxa içəri girdi. Sazanın quyruğu rənglənmiş döşəmə taxtalarını süpürdü. Kimi istəyirsiniz? Yırğalanan toxunma kresloda bir qız əyləşmişdi. Əlində çiyələk dolu nəlbəki vardı. Qriqori dinməzcə dayanıb qızın çiyələyi sıxan çəhrayı, dolğun, ürəyə bənzər dodaqlarına tamaşa edirdi. Qız başını əyib gələnləri diqqətlə süzdü. Mitka Qriqorinin harayına çatdı. O öskürüb dedi. Balıq alırsınızmı? Balıq? Mən bu saat deyərəm. O kreslonu yırğalayıb ayağa qalxdı. Yalın ayaqlarına geydiyi naxışlı tuflilərini şappıldada getdi. Gün işığı onun ağ paltarından keçib vücudunu göstərirdi. Mitka qızın yoğun baldırlarının tutqun təsvirini və alt tumanının enli dalğavari krujevasını görürdü. O, qızın atlas kimi işıldayan ağ çılpaq baldırlarına heyran qalmışdı. Qızın yalnız yumruca topuqları üzlü süd kimi sarı rəngdə idi. Mitka Qriqorini dümsüklədi. Bir bax, Qrişka, gör nə qəribə yupqadır. Şüşə kimidir. Altda nə varsa görünür. Qız koridora açılan qapıdan geri qayıtdı. Ehmalca kresloda əyləşdi. Mətbəxə keçin. Qriqori pəncələri üstə yeriyə-yeriyə evə girdi.
Mitka ayağının birini yana qoyub, qaşqabaqlı nəzərlə qızın saçlarını tağa ayıran zərif ipə baxırdı. Siz buralısınızmı? Buralıyam. Kimlərdənsiniz? Korşunovlardanam. Adınız nədir? Mitri. Qız dırnaqlarının çəhrayı manikürünü diqqətlə nəzərdən keçirdi. Cəld hərəkətlə ayaqlarını yığdı. Balıq tutan hansınızdır? Qriqori, mənim dostum. Siz də balıq tutursunuzmu? Həvəsim olanda mən də balıq tuturam. Tilovla tutursuz? Tilovla da tuturuq. Bizlərdə buna qarmaq deyirlər. Qız bir qədər susduqdan sonra dedi. Mən də balıq tutmaq istəyirəm. Nə olar, madam ki həvəsiniz var, gedək. Bəs bunu necə eləyək? Yox, siz ciddi deyirsinizmi? Bunun üçün tezdən durmaq lazımdır. Oyatmaq olar. Bəs atanız nə deyər? Atam nə deyə bilər? Mitka güldü. Birdən adamı oğru hesab eləyər. İtləri qısqırdıb üstünə salar. Boş sözdür. Mən küncdəki otaqda tək yatıram. Pəncərəsi odur, bax. Qız barmağı ilə nişan verdi. Məni çağırmağa gəlsəniz pəncərəmi döyün. O dəqiqə duraram. Mətbəxdən danışıq səsi gəlirdi. Qriqorinin səsi cəsarətsiz, aşpaz qadınınki isə gür idi. Mitka kazak kəmərinin qaralmış gümüşlərini barmaqları ilə oynadır, dinmirdi. Təbəssümünü gizlədən qız biraz da mehribanlaşıb soruşdu. Evlisinizmi? Necə bəyəm? Elə-belə soruşdum, maraqlandım. Yox, subayam. Mitka dərhal qıpqırmızı qızardı. Qız isə oynaq təbəssümlə və yerə tökülmüş şüşəbənddə yetişdirilən çiyələk saplağını oynada-oynada sorğu-sualına davam etdirdi. Düzünü de, Mitya, qızlar sizi sevirlərmi? Sevəni də var, sevməyəni də. Bir deyin, sizin gözləriniz niyə pişik gözləri kimidir? Pişik gözləri kimidir? Mitka tamam özünü itirdi. Məhz pişik gözləri kimidir. Görünür bu anamın işidir. Bunun günahı məndə deyil. Bəs niyə Mitya sizi evləndirmirlər? Mitka bir dəqiqəliyə karıxdı. Sonra özünü ələ aldı. Qızın sözlərindəki gizli kinayəni duydu. Gözləri bic-bic işıldadı. Hələ özümü tanımamışam. Qız təəccüblə qaşlarını dartdı, qızardı və ayağa qalxdı. Küçə tərəfdən artırmada addım səsləri eşidildi. Qızın ani, gizli gülüşü andıran təbəssümü Mitkanın vücudunu gicitkən kimi dalayıb odladı. Ev sahibi kök Sergey Platonoviç zərif dəridən tikilmiş rahat çəkmələrini yerə ehmalca basaraq qabağından çəkilən Mitkanın yanından təşəxxüslə ötdü. O, başını geri döndərmədən soruşdu. Mənimlə işi varmı? Ata, bunlar balıq gətiriblər. Qriqori qayıdıb gəldi. Balığı satmışdı. 3. Qriqori kefdən evlərinə 1-ci xoruzbanından sonra gəldi. Dəhlizə girəndə burnuna turşumuş maya göbələyinin iyi və məriyəmotunun ətri doldu. Pəncəsi üstə yeriyə-yeriyə otağa keçdi. Paltarını soyundu, yanları qırmızı zolaqlı bayırbacaq şalvarını çıxardıb səliqə ilə mıxdan asdı. Xaç çəkdi, yatağa uzandı. Pəncərə çərçivələrinin xaça oxşar gözlərindən süzülüb içəriyə düşən ay işığı döşəməni qızıl nura qərq etmişdi. Küncdə naxışlı məhrabaların alt tərəfində gümüş ikonalar solğun-solğun işıldayır, çarpayının yuxarısında, qarmağın altında ürküdülmüş milçəklər vızıldaşırdı. O yenicə mürgüləmişdi ki, mətbəxdə qardaşının uşağı ağladı. Uşağın beşiyi təkərləri yağlanmamış araba kimi cırıldadı. Yuxulu Darya donquldadı. Səsini kəs, yaramaz uşaq. Nə yatmaq bilmir, nə dinclik. Sonra isə yavaşca Layla deməyə başladı. Ay tükənli qoç çoban, bir desənə hardasan? Atları otarırdım. De, nəyi otarırdın? Yəhər yüyənli atı, gümrah bədənli atı. Layla kimi ahəngdar cırıltıdan yuxuya gedən Qriqorinin yadına bir şey düşdü. Axı Petro sabah düşərgəyə getməlidir. Darya uşağı ilə tək qalacaqdır. Deyəsən biz otu onsuz biçməli olacaq. O başını isti balışa dürtdü. Lakin Layla səsi yaxasından əl çəkmir, qulaqlarına dolur, zəhləsini tökürdü. Bəs sənin atan hanı? Darvazanın yanında. Bəs o darvaza hanı? Sellərin tufanında. Uzun uzadı at kişnəməsi Qriqorinin yuxusunu dağıtdı. O, Petronun qulluq atını səsindən tanıdı. Yuxulu olduğundan süslənmiş barmaqları ilə xeyli vaxt köynəyinin yaxasını düymələdi. Laylanın ahəngdar sədaları altında demək olar ki, təzdən yatdı. Söylə, bəs qazlar hanı? Qamışdığa uçdular. Söylə, qamışdıq hanı? Qızlar onu biçdilər. Bəs qızlarınız hanı? Qızlar ərə getdilər.
Qazaklarınız hanı? Davaya göndərdilər. Yuxusuzluqdan gicəlmiş Qriqori tövləyə gedib atı döngəyə çıxartdı. Üzünə hardansa düşmüş hörümçək torundan qıdığı tutdu. Bir anda yuxusu qaçdı. Don çayına düşən köndələn ay işığı ayaq dəyməmiş dalğavari yol kimi uzanırdı. Çayın üstünü duman bürümüşdü. Daha yuxarıda isə saysız hesabsız ulduzlar sayrışırdı. Qriqorinin ardınca gələn at ayaqlarını ehtiyatla atırdı. Su kənarındakı eniş pis idi. Çayın o tayındakı ördəklər vaqqıldaşırdı. Sahil yaxınlığında suyun ililləndiyi yerdə cürcücü ovlayan naqqa balığı ox kimi sudan sıçradı, daş kimi gümbultu ilə suya düşdü. Qriqori su kənarında xeyli durdu. Sahildə nəm və şirin çürüntü iyi duyulurdu. Atın dırnaqlarından su damlaları ətrafa qırma kimi tökülürdü. Qriqorinin ürəyini fərəhli sükut bürümüşdü. Kefi kök idi, dünya vecinə deyildi. Qaydanda doğan günəşə baxdı. O tərəfdə artıq göyümsovdan qaranlığı yox olmuşdu. Tövlənin yanında anası ilə qabaqlaşdı. Sən Qrişa. Məndən başqa kim ola bilər ki? Atı suladın mı? Qriqori könülsüz cavab verdi. Suladım. Qəddini şax tutmuş anası qocayana, zəif yalın ayaqlarını şappıldada yeriyərək önlüyünün içində ocaq qalamaq üçün təzək aparırdı. Gedib bu Astaxovları durğuzsana, Stepan bizim Petro ilə birlikdə getmək istəyirdi. Sərin hava Qriqorinin bədənini tarım çəkilmiş yay kimi əstirirdi. Əti biz-biz oldu. Bir göz qırpımında o, Astaxovların döşəməsi cırıldayan artırmasına çıxdı. Qapı açıq idi. Stepan mətbəxdə yerə salınmış palaz üstündə arvadının boynunu qucaqlayıb yatmışdı. Səhərin çəkilən ara qaranlığında Qriqori gördü ki, Aksinyanın can köynəyi dizindən yuxarı qaldırılmış şam kimi ağappaq qıçları biabırçılıqla aralanmışdır. Qriqori bir saniyəyə qədər bunu tamaşa edib, boğazının quruduğunu, qulaqlarındakı ağır cingiltidən başının hərləndiyini hiss etdi. Oğru kimi içərini gözdən keçirdi. Xırıltılı yad səslə dedi. Ey, burada kim var? Qalxın. Aksinya səksənib yuxudan oyandı. Vay, gələn kimdir? Kimsən? O, tələsik çılpaq əli ilə ayaqları arasında qurdalanmağa, köynəyini aşağı çəkməyə başladı. Yatanda ağzından balışa süzülmüş selikdən balaca bir ləkə qalırdı. Qadınların səhər yuxusu çox şirin olur. Gələn mənəm. Anam yolladı ki, sizi oyadım. Biz bu saat, bura girmək mümkün deyil. Biri əlindən yerdə yatmışıq. Stepan, qalx, eşidirsən? Aksinyanın utandığını səsindən başa düşən Qriqori tez çıxıb getdi. Xutordan may düşərgələrinə 30 nəfərə yaxın kazak yola düşürdü. Toplanış yeri təlim meydanı idi. May dəbi ilə parüsindən üst köynəyi geymiş silah əsləhəli atlı və piyada kazaklar, üstü brezentli arabalar səhər saat 7-dən meydan axışmağa başladı. Petro artırmada oturub cırılmış brezenti tələsik yamayırdı. Panteley Prokovyeviç Petronun atının yanında qurdalanır, təknəyə ara bir vələmir tökür, bəzən qışqırırdı. Dunyaşka, suxarını torbaya doldurub ağzını tikdinmi? Donuz piyini duzladınmı? Al-əlvan paltar geyinmiş Dunyaşka təndirdən evə qədər həyətin bu başından o başına qaranquş kimi süzür, atasının qışqırığına gülə-gülə başdan soğudu cavab verirdi. Dədə, siz öz işinizi görün. Mən qardaşımın şeylərini elə qablaşdırım ki, Çerkaskiyədək heç uf da deməsin. Petro mumlanmış sapı tüpürcəyi ilə yaşladı. Başı ilə atı göstərərək soruşdu. Yemədi? Çeyniyir, deyə atası arxayınca cavab verdi. Kələkötür əli ilə atın tərliyini yoxladı. Belə şeylə zarafat eləmək olmaz. Tərliyə bir balaca qırıntı və ya pıtırğan yapışsa, bir mənzil yol gedincə dərisini sürtüb açar, yara eləyər. Dədə, kəhər yeyib qutaran kimi aparıb sulayın. Qrişka, onu dona apar. Ey Qrişka, apar bu atı sula. Ucaboy qaşqa kəhər oynaqlaya-oynaqlaya getdi. Qriqori onu darvazadan bayıra çıxartdı. Sol əlini yalına atar atmaz belinə sıçradı. Yerindən löhrəm yerişlə sürdü. Enişdə atın başını saxlamaq istədi. Amma at yerişini yanıldı. Üzü aşağı dördəm götürüldü. Cilovu bərk çəkdiyindən az qala arxası atın belinə toxunan Qriqori gördü ki, bir qadın əlində vedrə enişlə düşür. O, atın başını cığırdan çıxartdı və qalxmış tozu yarıb çayın içinə təpildi. Aksinya yanlarını basa-basa enişdən aşağıya düşürdü. Hələ uzaqdan Qrişanın üstünə qışqırdı. Dəli şeytan! Az qalmışdı at məni ayaqlasın. Dayan bir o dədəni görüm, atı necə sürdüyünü ona deyəcəm. Hə, qonşu, söyləmə. Ərini düşərgəyə yola salarsan, bəlkə mən də təsərrüfatda bir işinə yaradım.
Xoruz olmasa sabah açılmaz. Sən mənim nəyimə gərəksən? Qriqori gülə-gülə dedi. Ot çalını başlanan kimi hələ yalvaracaqsan da. Aksiniya körpü üstündən aşağı əyilmədən çiyin ağacı ucundakı vedrəni çaydan cəld doldurdu və küləkdən yellənən tumanını dizləri arasına sıxıb Qriqoriyə baxdı. Hə, Stepanın yola hazırdırmı? Deyə Qriqori soruşdu. Bunun sənə nə dəxli var? Sən nə cür adamsan? Söz soruşmaq da olmaz. Hazırdır, hə, nə olsun? Deməli, ərsiz qalırsan, elədirmi? Bəli, elədir. At dodaqlarını sudan ayırdı. Gəmi çeyniyə-çeyniyə ağzından su süzüldü. Donun qarşı sahilinə baxıb, qabaq ayağını suya vurdu. Aksiniya ikinci vedrəni də doldurdu. Çiyin ağacını boynuna alıb sallana-sallana yoxuşa qalxmağa başladı. Qriqori də atı onun dalınca sürdü. Külək Aksiniyanın tumanını yellədir, qaraşın boynunda yumşaq xırda tellərini oynadırdı. Naxışları ipək sapla işlənmiş yaylığı yoğun hörüyü üstündə çıraq kimi alışıb yanır, tumanının içinə salınmış çəhrayı koftası hamar belinə və ətli çiyinlərinə möhkəm yapışırdı. Yoxuşla qalxarkən Aksiniya bədənini qabağa əyir, kürəyində, koftasının altında əmələ gələn çuxur aydınca görünürdü. Qriqori Aksiniyanın koftasının qoltuğu altında solğun qonur dairəciklər əmələ gəldiyini görür, qadının hər bir hərəkətini izləyirdi. Qriqori Aksiniya ilə bir də danışmaq istədi. Ərinin xiffətini çəkəcəksən eləmi, hə? Aksiniya gedə-gedə başını geriyə çevirdi. Gülümsündü. Bəs necə? Sən özün də evlən. Deyib nəfəsini dərdi. Kəsik-kəsik danışdı. Evlən, onda bilərsən ki, adam öz istəklisinin xiffətini çəkir ya yox. Qriqori atı dəhmərlədi. Aksiniya ilə bərabərləşdi. Düz onun gözlərinin içinə baxdı. Amma deyirlər, bəzi arvadılar ərlərinin getməyinə çox şad olurlar. Petro burada olmayanda bizim Darya kökəlməyə başlayır. Burun pərləri geniş açılmış Aksiniya tez-tez nəfəs alırdı. O saçını düzəldib dedi. Ər dedikləri düzdür, koramal deyil, amma yenə də adamın qanını soğurandı. Səni necə, tezliklə evləndiririkmi? Bilmirəm atam nə niyyətdədir. Olsun ki, əskərlikdən sonra evləndirəcəkdi. Hələ cavansan, evlənmə. Niyə axı? Başdan ayağı dərdi sərdi. O gözaltı Qriqoriyə baxdı. Dodaqlarını aralamadan xəfifcə gülümsündü. Söz bura çatdıqda Qriqori ilk dəfə gördü ki, Aksiniyanın dodaqları olduqca həris və şişkindi. Qriqori atın yalını çəngə-çəngə eləyərək dedi. Evlənməyə həvəsim yoxdur. Əlbət birisi elə-belə də sevər. Yoxsa gözaltın var? Gözaltı nəyimə lazımdır? Budur. Sən Stepanı yola salarsan, sən gəl mənimlə oynaqlaşma. Vurarsan, Stepana bircə kəlmə deyərəm. Mən sənin Stepanına bir gəliş gəlirəm ki, müğayət ol, qoçaq, sonra peşmanlıq çəkərsən. Mənə hap-hop gəlmə, Aksiniya. Mən hap-hop gəlmirəm. Sən get qızlarla mazaqlaş. Qoy sənə burnunu silmək üçün dəsmal tiksinlər. Məndən isə gözünü çək. Sənin acığına baxacam. Baxırsan, bax. Aksiniya yumşalıb gülümsündü və cığırdan çıxdı ki, atın qabağına keçsin. Qriqori atın başını yana döndərib Aksiniyanın qabağını kəsdi. Burax, Qrişka. Buraxmıram. Səfehləmə, ərimi yola salmalıyam. Qriqori gülümsəyə-gülümsəyə ata təpinir, at da ayağının birini qaldırıb o birini qoya-qoya Aksiniyanı sıldırma doğru sıxışdırırdı. Burax, ay şeytan, adamlar baxır. Görən nə deyər? Aksiniya ürkək baxışlarla ətrafa nəzər saldı. Qaşqabağını salladı, dala baxmadan çıxıb getdi. Petro artırmada ailə üzvləri ilə vidalaşırdı. Qriqori atı yəhərlədi. Petro bir əli ilə qılıncından tuta-tuta tələsik pilləkənlərindən düşdü, cilovu Qriqorinin əlindən aldı. At yola gedəcəyini duyaraq narahat halda ayaqlarını götürüb qoyur, gəmi çeynəyir, ağzı köpüklənirdi. Petro ayağının birini üzəngiyə keçirdib, yəhərin qaşından yapışa-yapışa atasına dedi. Öküzləri çox işlədib əldən salma, dədə. Payızdan çıxan kimi satarıq. Qriqoriyə at almalıyıq. Çöldəki otu, bax ha, satma. Özün bilirsən ki, biçənəyin otu bu il bizə yarımayacaq. Qoca xat çəkib dedi. Hə, Allah amanında. Get sağ-salamat qayıt. Petro asanca sıçrayıb, qıvraq gövdəsini yəhərin üstünə saldı. Üstündən kəmər bağladığı köynəyinin büzmələrini dal tərəfdən düzəltdi. At darvazaya tərəf getdi. At yerişinə ahəngdar yırğalanan qılıncın dəstəsi gün altında tutqun şəfəqlə işıldadı. Körpəsini qucağına almış Darya onun dalınca getdi. Qolçağı ilə gözlərinin yaşını, önlüyünün ucu ilə qızarmış burnunu silən anası həyətin ortasında dayanmışdı. Qardaşcığazım, bəs qutablar?
Qutablar yaddan çıxıb, kartof qutabı. Dunyaşka keçi kimi atıla-atıla darvazaya yürüdü. Qriqori acıqlı-acıqlı onun üstünə çıxırdı. Daha niyə bağırırsan ay gic? Qutablar qaldı, deyə Dunyaşka darvazaya söykənərək zarıyırdı. Gözlərinin yaşı qaralmış, kirlənmiş yanaqlarından da iş koftasının üstünə diyirlənirdi. Darya əlini gözünün üstünə qoyub, ərinin toz dumanı arasında görünən ağ köynəyinə baxırdı. Panteley Prokofyeviç darvaza yanındakı çürük dirəyi silkəliyə-silkəliyə Qriqorinin üzünə baxdı. Bu darvazanı sahmana sal. Təzə yan dirəkləri bastır. Biraz fikirləşib təzə xəbər çatdıran adam kimi əlavə etdi. Petro getdi. Qriqori hasarın o tərəfindən Stepanın necə hazırlaşdığını görürdü. Yun parçadan yaşıl tuman geyib bəzənmiş Aksinya atı Stepanın yanına gətirdi. Stepan gülümsəyə-gülümsəyə ona nə isə deyirdi. O, arxayınlıqla, tələsmədən arvadının üzündən öpdü. Əlini xeyli vaxt onun çiynindən çəkmədi. Stepanın gün altında işləməkdən yanmış əli Aksinyanın ağ koftası üstündə kömür kimi qaralırdı. Stepanın arxası Qriqoriyə tərəf idi. Hasarın bu tayından baxanda onun möhkəm, tərtəmiz qırxılmış peysəri, bir qədər əydəmli olan enli çiyinləri, arvadına doğru əyildikdə isə xurmayı bığlarının eşilmiş ucu görünürdü. Aksinya nəyəsə gülür və narazı-narazı başını buluyurdu. Hündür qara at silkələndi. Stepan üzəngiyə qalxdı. O, yəhərdə mıxlanmış kimi oturub, atı xırda çaparaq yerişlə darvazadan çıxartdı. Aksinya da üzəngidən tutat da onunla yanaşı yeriyir, it kimi ehtirasla və acgözlüklə aşağıdan yuxarı onun gözlərinə baxırdı. Onlar beləcə qonşunun evini ötdülər. Tinin dalında gözdən itdilər. Qriqori gözlərini qırpmadan uzun-uzadı onların dalınca baxdı. 4. Axşamüstü tufan qopdu. Xutorun üstünü boz bulud aldı. Don çayı küləkdən çalxalandı. Onun qabarmış dalğaları tez-tez sahilləri döyəcləməyə başladı. Çaybasar meşələrin o tərəfində ildırım çaxır, göy guruldayır, onun seyrək çıtırtıları yerin bağrını yarırdı. Qanadlarını geniş açmış bir çalağan buludlardan aşağıda dövrə vururdu. Bir dəstə qarğa qarıldaya-qarıldaya onu təqib edirdi. Özü ilə sərinlik gətirmiş bulud qərb tərəfdən don boyunca irəliləyirdi. Subasardan o yanda göyün üzünü qara buludlar almışdı. Çöl intizarla susurdu. Xutorda pəncərə taxtaları taqqıltı ilə örtülür, axşam ibadətindən qayıdan qarılar xat çəkə-çəkə evlərinə tələsir, təlim meydanında boz-boz sütunu göyə qalxır, yazın istisindən qurumuş torpağa artıq ilk yağış damlaları səpələnirdi. Dunyaşka hörükləri atıla-atıla həyətin o başına qaçdı. Toyuq hininin qapısını örtdü. Həyətin ortasında durdu, ağzı divara dirənmiş at kimi burun pərləri qabardı. Küçədə uşaqlar atılıb düşürdülər. Qonşunun 8 yaşlı oğlu Mişka bir ayağının üstə sallağı oturub, fırlanır, başını qoyduğu dədəsinin yekə papağı hərlənir, gözlərinin üstünə düşür və o zil səslə oxuyurdu. Yağış, yol ver yollara, gedək girək kollara, Allaha dua edək, İsa'ya səcdə edək. Mişka tamam çattaq-çattaq olmuş ayaqlarını qeyizlə yerə vurur, Dunyaşka ona həsədlə baxırdı. O da bu oğlan kimi yağışın altında atılıb düşmək, saçları sıx və qıvrım olsun deyə başını islatmaq istərdi. Mişkanın yoldaşı kimi o da tozlu yolda, tikan kolları üstə yıxılmaq qorxusu olsa belə başı üstə durmaq istərdi. Lakin bu zaman anası pəncərədən baxdı, dodaqlarını hirsli-hirsli tərpədib nə isə dedi. Dunyaşka köksünü ötürüb evə yüyürdü. Yağış daha da gücləndi. Lap damın üzərində göy guruldadı. Əks sədası donun o tayında səsləndi. Tərləmiş Qrişka ilə atası dəhlizdə bükülmüş balıq torunu taxçadan dartıb çıxarırdılar. Qriqori Dunyaşkaya qışqırdı. "Biraz qatma, bir də çuvalduzu gətir, cəld ol." Mətbəxdə ocaq qaladılar. Darya əyləşib torun yırtıqlarını gözəməyə başladı. Körpənin nənnisini yırğalayan qarı donquldanırdı. "A kişi, qocalmısansa da yenə hoqqa çıxartmaqdan əl çəkmirsən. Yıxılıb yatsaydınız yaxşı olardı. Ağ neft getdikcə bahalaşır, amma sən heç qənaət eləmirsən. İndi balıq ovu vaxtıdır. Hansı cəhənnəmə gedirsiz axı? Gedib batarsız. Görmürsüz Allah necə qəzəblənibdi? Ora bax, gör göyün üzü necə qırmızıdır." "Ya Həzrəti İsa, ilahi!" İldırım çaxdı. Mətbəx bir saniyəliyə göz qamaşdırıcı mavi işığa qərq oldu və sükut çökdü. Yağış damlaları pəncərə taxtasını döyəcləməyə başladı. Ardınca göy guruldadı. Dunyaşka ciyildədi və başını torun arasına dürtdü. Darya qapı pəncərələrə tələsik xat çəkdi. Qarı qızın ayaqlarına sürtüşən pişiyə dəhşətlə baxırdı. "Dunka,
Bu lənətə gəlmiş Həmzadır. İlahi, günahımdan keç. Dunka, pişiyi həyətə tulla. Pişt, cinin biri cin. Səni görüm. Torun ağacı Qriqorinin əlindən düşdü. O səssizcə qəhqəhə çəkib güldü. Panteley Prokofyeviç onların üstünə qışqırdı. Hə, nə qaqqıldaşırsınız? Səsinizi kəsin. Arvadılar, toru tez yamayın görək. Hələ neçə dəfə tapşırmışam, tordan müğayət olun. Axı indi nə balıq ovu? Deyib qara ağzını açdı ki danışsın. Sən bilən şey deyil, sus. Burun tərəfdə bolluca gökə balığı tutacaq. Bu saat balıq fırtınadan qorxur, sahilə gəlir. İndi su da bulanıq olar. Dunyaşka, yuyur gör, sel gəlirmi? Dunyaşka könülsüz, yan-yanı qapıya tərəf getdi. Qarı sakit dura bilmir, elə hey danışırdı. Bəs suya kim girəcəkdi? Darya girə bilməz, soyuq dəyər, körpəsi var. Suya Qrişka ilə mən girəcəm. O biri tor üçün isə başqa bir arvadla Aksinyanı çağırarıq. Dunyaşka tövşüyə-tövşüyə içəri girdi. Onun kirpiklərinin ucundan titrəşən xırda yağış damcıları sallanırdı. Üst başında nəm qara torpaq iyi gəlirdi. Elə sel gəlir ki, adam baxanda bağrı yarılır. Sən də bizimlə balıq tutmağa gedirsənmi? Daha kim gedir? Arvadları səslərik. Onda gedərəm. Elə isə uzun donunu çiyninə sal, Aksinya gilə qaç. Gör, gedirsə Malaşka Frulovanı da çağırsın. Qriqori gülümsünüb dedi. Bax, o arvad soyuqdan donmaz. Ətlik donuz kimi piylidir. Anası Qrişaya məsləhət gördü. Qrişka, gedəndə özünlə biraz quru ot götür. Ürəyinin üstünə qoyarsan, isti saxlar. Yoxsa içalatına soyuq dəyər. Qriqori, qaç quru ot gətir. Qarı ağıllı söz deyir. Birazdan Dunyaşka arvadlarla birlikdə içəri girdi. Belini kəndirlə bağlayıb cırıq kofta, göy tuman geymiş Aksinya boyca daha qısa və arıq görünürdü. Darya ilə baxışıb gülüşə-gülüşə Aksinya yaylığını başından götürdü. Hörüklərini peysərində daha möhkəm düyünlədi. Yaylığını örtə-örtə başını dala əyib Qriqoriyə soyuq nəzər saldı. Yoğun Malaşka kandarda corabını bağlayır, soyuq dəymiş adam kimi xırıldayırdı. Kisələri götürmüsünüzmü? Allaha and olsun ki, bugün bolluca balıq tutacaq. Onlar həyətə çıxdılar. Yumşalmış torpağa şıdırğı yağış yağır, gölməçələr köpüklənir, sel olub dona axırdı. Qriqori qabaqda gedirdi. Onu səbəbsiz bir sevinç bürümüşdü. Dədə, yaxşı bax, burada arx var. Gör necə zülmətdir, göz gözü görmür. Malaşka xırıltılı səslə qəhqəhə çəkib gülürdü. Aksinya, mənə yaxındır. Cəhənnəmə gedən özünə yoldaş axtarar. Bura bax, Qrişka, bura Maydanikovların körpüsü deyilmi? Özüdür ki var. Panteley Prokofyeviç küləyə dov gəlmək üçün var gücü ilə qışqırdı. Buradan, başlayaq. Malaşka xırıltılı səslə çığırdı. Eşitmirik ay dayı, nə dedin? Allah deyib suya girin, mən dərin yerə gedirəm. Deyirəm, dərin yerdə mən duracam. Malaşka, ay kar başı batmış, toru hara dartırsan? Suyun dərin yerindən mən gələcəyəm. Qriqori, Qrişka, Aksinya da qoy sahildən gəlsin. Donu iniltili bir nərə bürümüşdü. Çəpəki yağan yağışı külək çit kimi cırır, parça-parça edirdi. Qriqori çayın dibini ayaqları ilə yoxlaya-yoxlaya qurşağa kimi suya girdi. Bədənini suvaşan soyuq sinəsinədək yeridi. Ürəyini çəmbər kimi sıxdı. Dalğalar onun üzünü, bərk-bərk qıyılmış gözlərini qamçı kimi döyəcləyirdi. Tor getdikcə qovuq kimi şişib suyun dibinə gedirdi. Qriqorinin yun corablı ayaqları suyun dibində qumun üstünə sürüşdü. Tor ağacı az qalırdı əlindən çıxsın. O yavaş-yavaş daha dərinə getdi. Birdən ayaqları suyun dibindən üzüldü. Budur, suyun axını onu sürətlə çayın ortasına tərəf çəkməyə başladı. Qriqori sağ qolu ilə zorla sahilə tərəf üzdü. Qaynayan, qaralan suyun dərinliyi onu bərk qorxuya salırdı. Ayağı çayın dibinə dəyən kimi sevindi. Bir balıq onun dizinə toxunub ötdü. Qatı zülmətdə atasının səsi eşidildi. Dərin yerdən dolan. Böyrü üstə əyilmiş tor yenə də suyun dibinə gedir, suyun axarı Qriqorinin ayaqlarını yenə çayın dibindən üzür, Qriqori də başını sudan yuxarı çıxardaraq ağzına dolan suyu tüpürə-tüpürə geri üzməyə başlayır. Aksinya, sağ-salamatsanmı? Hələ ki sağam. Deyəsən yağış dayanır. Xırda yağış dayanır, amma indi iri yağış başlayacaq. Yavaş danış, dədəm səsimizi eşitsə dalaşar. Dədəndən qorxdun sən də? Bir dəqiqəyə qədər toru girmişcə dartdılar. Su yapışqan xəmir kimi onların hər bir hərəkətini ağırlaşdırırdı. Qrişa, deyəsən sahildə kötük var. Toru bu kötüyə dolamaq lazımdır. Dəhşətli bir təkan Qriqorini uzağa atdı. Çayda su gürültü ilə çalxalandı. Elə bil iri qaya parçası suya düşdü.
Aksiniya sahil tərəfdən çığırdı. Vay! Başını sudan çıxartmış Qriqori qorxdu. Qışqırığa tərəf üzdü. Aksiniya! Küləyin vıyıltısından və suyun gürültüsündən başqa heç nə eşidilmirdi. Qorxudan canına üşütmə düşmüş Qriqori qışqırdı. Aksiniya! Uzaqdan atasının boğuq səsi eşidildi. Ehey, Qriqori! Qriqori qol ata-ata üzürdü. Ayaqları altında nəysə sürüşkən bir şey duydu. Əli ilə tutub çıxaranda gördü ki, tordu. Aksiniyanın ağlar səsi eşidildi. Qrişa, hardasan? Qriqori iməkləyə-iməkləyə sahilə çıxaraq onun üstünə hirsli-hirsli qışqırdı. Niyə səs vermirsən? Onlar sallağa oturub, soyuqdan titrəyə-titrəyə dolaşmış toru açmağa başladılar. Parçalanmış buludun arasından ay göründü. Subasardan o tərəfdə aramla göy gurulduyurdu. Yağış suyu hələ canına hopmamış torpaq ışıldayırdı. Yağış suyunun yuyub təmizlədiyi səma sərt və aydın idi. Qriqori torun dolaşığını aça-aça Aksiniyanı diqqətlə gözdən keçirirdi. Qadının üzü ağappaq ağarmışdı. Amma azca çərəlmiş qırmızı dodaqları artıq gülürdü. O nəfəsini dərib danışmağa başladı. Dalğa məni qaldırıb sahilə elə çırpdı ki, ağlım başımdan çıxdı. Qorxudan zəhrim yarıldı. Mənə elə gəldi ki, sən boğulmusan. Onların əlləri bir-birinə toxundu. Aksiniya əlini onun köynəyinin isti qolunun içinə soxdu və həzin səslə dedi. Qolunun içi əcəb istidir, amma mən soyuqdan ölürəm. Bədənim tamam gizildiyir. Bura bax, bu murdar naqqa balığı gör torun harasını yırtıb. Qriqori torun ortasındakı köndələnlə arşın yarım yırtıq yeri araladı. Burun tərəfdən biri qaça-qaça gəlirdi. Qriqori gördü ki, gələn Dunyaşqadır. Qız hələ çatmamış Qriqori qışqıra-qışqıra ondan soruşdu. Səndə sap varmı? Var. Dunyaşqa tövşüyə-tövşüyə yetişdi. Siz burada niyə oturmusunuz? Dədəm deyir ki, tez burun tərəfə gələsiz. Biz orada bir torba cökə balığı tutmuşuq. Dunyaşqanın səsində açıq-aşkar sevinç var idi. Aksiniya soyuqdan dişləri bir-birinə dəyə-dəyə torun yırtığını gözlədi. Qızışsınlar deyə qaça-qaça burun tərəfə getdilər. Panteley Prokovyeviç sudan diyir-diyir olmuş və suda boğulmuş adam barmağı kimi şişmiş barmaqları ilə eşmə bükür və yerindəcə oynaya-oynaya öyünürdü. Bir dəfə suya girdik, 8-ini tutduq. İkinci dəfədə isə o nəfəsini dərdi, eşməsini yandırdı və dinməzcə ayağı ilə balıq dolu torbanı göstərdi. Aksiniya əyilib maraqla torbaya baxdı. Torbanın içindən çapalayıb bir-birini sürtən diri balıqların xışırtısı eşidilirdi. Bəs siz niyə məətəl qalmışdınız? Naqqa balığı toru yırtmışdı. Yırtığı gözlədinizmi? Gözlərini ölüm-zülüm bir-birinə caladıq. Hə, bir də dizə qədər suya girək, sonra isə gedək. Gəl qabağa düş. Qrişka, niyə gəhkirli edirsən? Qriqori taxta kimi qurumuş ayaqları ilə suya girdi. Aksiniya soyuqdan elə titrəyirdi ki, Qriqori bunu əlində əsən tordan hiss edirdi. Titrəmə, Aksiniya. Allahdan istərdim ki, titrəməyim, ancaq özümü saxlaya bilmirəm. Onda belə eləyək. Gəl sudan çıxaq, balıq cəhənnəm olsun. Bir iri sazan çırpınıb torun üstündən aşmaq istədi. Qriqori addımlarını yeyinləyib toru əydi. Ağacından tutub dartdı. Aksiniya əylə-əylə sahilə yüyürdü. Dalğa suları qumun üstü ilə şırıldaya-şırıldaya geri çəkildi. Balıq torda çapaladı. Subasardanmı gedək? Meşə ilə yol yaxındır. Ey, bizim adamlar, tezmi yola düşürük? Gedin, biz sizə çatarıq. Toru yaxalayıb gəlirik. Aksiniya üz-gözünü büzüşdürə-büzüşdürə tumanının suyunu sıxdı. İçinə balıq doldurulmuş torbanı çiyninə qaldırdı. Demək olar ki, qaça-qaça getdi. Qriqori də toru götürüb yola düşdü. Təxminən 100 sajın gedəndən sonra Aksiniya zarıdı. Tamam taqətdən düşdüm. Ayaqlarım buza dönmüşdür. Budur, keçən ilki ot tayası. Bəlkə burada qızınasan? O da olar. Yoxsa evə gedib çatana kimi ölərəm. Qriqori ot tayasının başını dağıtdı, çala düzəltdi. Köhnəlmiş otdan isti çürüntü qoxusu gəlirdi. Tayanın ortasına gir. Ora indi hamam kimidir. Aksiniya torbanı kənara atıb, boğazına kimi quru otun içinə girdi. Bura əcəb istidir. Soyuqdan əsən Qriqori də onunla yanaşı uzandı. Aksiniyanın islanmış saçlarından ürək titrədən zərif ətir saçılırdı. O, başını yana əyib uzanmışdı. Yarıya qədər açıq ağzı ilə rahat nəfəs alırdı. Qriqori əyilib ona pıçıldadı. Saçların adamı məst edən ətir saçır. İyi adamı bihuş edən ağ bir çiçək var ha, onun kimi. Aksiniya dinmədi. Onun kiçilmiş aya zillənən nəzəri dumanlı idi. Uzaqlarda dolaşırdı.
Qriqori əlini cibindən çıxarıb, qəflətən Aksinyanın başını özünə tərəf çəkdi. Burax, səs eləmə. Boşda, yoxsa haray salaram. Səbr elə, Aksinya. Panteley dayı. Panteley Prokofyeviç ona lap yaxından, yemişan kollarının dalından səs verdi. Yoxsa azmısan, Aksinya? Qriqori dişlərini bir-birinə sıxıb tayanın üstündən yerə hoppandı. Qoca Aksinyanın bərabərinə çatdıqda təkrar soruşdu. Nə haray salmısan, Aksinya? Olmaya azmışdın. Aksinya ot tayasının yanında durub peysərinə sürüşmüş yaylığını düzəldir, saçlarından buğ qalxırdı. Azmağını azmamışam, amma bir şey qalmamışdı ki donam. Səni, arvad ki arvad, bəs o ot tayasını görmürsən? Gir içinə qızın. Aksinya torbanı götürmək üçün əyiləndə gülümsündü. 5. Düşərgə toplanışı yeri olan Setrakov xutoruna kimi 60 versdi. Petro Melexovla Stepan Astaxov bir arabaya minmişdilər. Həmin arabaya onlardan başqa 3 nəfər də həmyerliləri minmişdi. Kalmıka oxşar və çopur Fedot Bodoskov, Saray qvardiyası Ataman polkunun ehtiyat kazakı, ləqəbi Xristonya olan Xrisanf Tokin, bir də Persyanovkaya gedən topçu İvan Tomilin. Atlar ilk dəfə yemləndikdən sonra arabaya Xristoniyanın 2 verşok atı ilə Stepanın qara atını qoşdular. 2 verşok at sözünün mənası boyu 2 arşın olan 2 verşok olan at. Kazakçar ordusuna boyu ən azı 2 arşın yarım verşok olan öz atı ilə gəlməli idi. Qalan 3 yəhərli at arabanın yedəyində gedirdi. Arabanı yekəpər və atamançıların əksəriyyəti kimi səfehdəhər Xristonya sürürdü. O, belini əyib qabaq tərəfdə oturaraq arabanın içinə işıq düşməyə qoymurdu. Gürlayan alçaq bas səsi ilə atları qorxudurdu. Petro Melexov, Stepan və topçu Tomilin arabanın içində yan-yana uzanıb papiros çəkirdilər. Fedot Bodoskov dalca gəlirdi. Görünür ki, əyri kalmık ayaqlarını tozlu yollarla sürmək ona əziyyət vermirdi. Lap qabaqda Xristonyanın arabası gedirdi. Onun ardınca 7 yaxud 8 yəhərli və yəhərsiz at gəlirdi. Yolu qəhqəhə, qışqırıq, usandırıcı mahnı, at fınxırtısı, boş üzəngi dıngıltısı başını almışdı. Petro başı altına suxarı torbası qoymuşdu. O uzanıb sarışın uzun bığlarını eşirdi. Stepan, nə var? Gəlsənə əskəri mahnı oxuyaq. Hava yaman istidir, boğazım qurumuşdur. Yaxın xutorlarda meyxana yoxdur, hədər yerə gözləmə. Yaxşı, başda. Bıy, sən ki heç bacarmırsan. Sizin Qrişka qiyamət oxuyur. Səsi gümüş sim kimi ahəngdardır. Mən onunla toy bayramlarda çox oxumuşam. Stepan başını qaldırıb boğazını arıtladı. Pəstdən, ahəngdar səslə oxumağa başladı. Ey şəfəqlər, şəfəqlər, nə erkən söküldünüz. Tomilin əlini arvad sayağı yanağına söykədi. İncə iniltili səslə mahnıya qoşuldu. Petro bığının ucunu ağzına alıb gülümsəyə-gülümsəyə iri sinəli topçunun gücəndiyinə görə gicgahlarında qabaran göyümtül damarlarına baxırdı. Ey kəndin gənc gəlini, suya nə gec gedirsən? Başı Xristonya tərəfə uzanmış Stepan dirsəklənib çevrilir, möhkəm və qəşəng peysəri çəhrayı rəngə boyanırdı. Xristonya, kömək elə. Oğlan mətləb qanandı, yəhərlədi atını. Stepan təbəssüm dolu dombalan gözlərini Petronun üzünə zillədi. Petro bığının ucunu ağzından çıxartdı və mahnıya qoşuldu. Xristonya yekə, hər tərəfi tüklü ağzını ayırıb elə nəriltili səslə oxumağa başladı ki, arabanın brezent örtüyü titrədi. Yəhərlədi atını, sürdü gəlin tərəfə. Xristonya uzunluğu arşından artıq olan yalın ayağını qaldırıb laydıra dirədi. Stepanın bir də mahnı başlamasını gözlədi. Kölgədə olan üzündən tərs üzülən Stepan gözlərini yumdu. Mahnının mehribancasına davam etdirib, səsini gah pıçıltı andıran bir ahəng ilə aşağı salır, gah da zilə qaldırırdı. Getmə, ay gəlin, dayan, atı sulayım çaydan. Xristonyanın iri kilsə zəngi dıngıltısına oxşayan yoğun səsi yenə bütün səsləri batıraraq yüksəldi. Daldakı arabalara minənlər də mahnıya qoşuldular. Dəmir çəmbərli təkərlər taqqıldayır, burunlarına toz dolan atlar askırır, usandırıcı mahnı güclü sel kimi yolu başına alırdı. Qurumuş çöl-otu fısıqlığı arasından yanmış və sapsarı saralmış qamışlıq içindən pırıltı ilə bir ağqanad cüllüt qalxdı. O ucadan civildəyə-civildəyə dərəyə uçdu. Göydə başını geri çevirdi. Zümrüd kimi yaşıl xırdaca gözləri ilə ağ brezentli araba karvanına, dırnaqları ilə yoldan güclü toz qaldıran atlara, yolun qırağı ilə yeriyən, köynəklərinə toz qonmuş adamlara baxdı. Quş dərəyə qondu.
qara döşü heyvan tapdağı olmuş quru otlara toxundu. O, buradan yolda nələr olduğunu daha görmürdü. Yolda isə arabalar bayaqki kimi takka-tukla gedir, yəhər altında tərləmiş atlar yenə də könülsüz addımlayırdı. Yalnız boz köynəkli kazaklar öz arabalarından aralanıb qabaqdakı arabaya tərəf qaçır, onu dövrəyə alır, gülməkdən uğunub gedirdilər. Stepan arabanın içində dik dayanıb, bir əli ilə başı üstündəki brezentdən tutur, o bir əlini yavaşca yellədə-yellədə adamları qızışdıran bir yeyinliklə mahnını davam etdirirdi. Yanımda oturmayın, oturmayın yanımda. Adamlar zənn edər ki, eşqin vardır canımda. Sən ki məni sevirsən, hey yanıma gəlirsən. Sən ki məni sevirsən, mən sən deyən deyiləm. Onlarca kobud səs yüksəlir, dərhal mahnının sözlərini təkrar edir, bu səslər tozlu yola yayılırdı. Mən sənin tayın deyiləm, nəsilli bir yerdənəm, əslim nəcabətim var, el içrə şöhrətim var, oğrular nəslindənəm, knyaz balası sevmişəm. Fedot Bodoskov bərk fit çaldı, atlar ürküşüb irəli cumdu. Petro başını arabadan çıxartdı, gülüb furaşkasını yellətdi. Stepan dişlərini ağardıb güldü, çiyinlərini bic-bic oynatdı. Yolu toz dumanı bürümüşdü. Toqqasını açdığından uzun köynəyi dizinə qədər sallanmış, saçları pırpızlamış, başdan ayağa tər içində olan Xristonya çömbələ-çömbələ dövrə vurur, çarx kimi dolanır, üzünə kədərli ifadə verə-verə və inildəyə-inildəyə kazakça rəqsi oynayır, işıldayan bozumtul toz üzərində zırpı yalın ayaqlarının izi qalırdı. 6. Gecələmək üçün üstü hamar, qumsal təpə yanında dayandılar. Qərb tərəfdən bulud gəlirdi. Onun qaralmış ətəklərindən yağış yağırdı. Atları göldə suladılar. Bənd boyunca bitən salxımlı söyüd ağaclarını külək əyirdi. Üzünü durğun mamır örtmüş, narın-narın ləpələnən suda əks olunan ildırım yayılır, pozğun şəkil alırdı. Külək seyrək yağış damlaları səpələyir, sanki torpağın açılmış qara əlinə sadağa verirdi. Atların ayaqlarını cidarlayıb otlamağa buraxdılar. 3 nəfər keşikçi qoydular. Yerdə qalanlar ocaq qalayıb, arabaların dişlələrindən qazanlar asmağa başladılar. Xörəyi Xristonya bişirirdi. Əlindəki qaşıqla qazanı qarışdıraraq, onun dövrəsində əyləşmiş kazaklara nağıl edirdi. Həmin təpə də bu təpə kimi deməli hündür idi. Rəhmətli atama mən elə bunu dedim. Bəs biz heç kəsdən icazə almadan öz başımıza bu təpəni qazmağa başlasaq, ataman bunun üstündə bizə divan tutmazmı? Ataman sözünün mənası, Çar Rusiyasında kazakların bütün dərəcələrdən olan seçilən rəisləri belə adlanırdı. Don qoşunlarının başında qoşun atamanı, stanitsaların başında stanitsa atamanları dururdular. Kazak dəstəsi yürüşə çıxdıqda xüsusi yürüş atamanı seçilirdi. Bu söz geniş mənada yüzbaşı demək idi. Atların yanından qayıtmış Stepan soruşdu. Bu Xristonya yenə nə göplüyür? Rəhmətli atamla birlikdə Allah ona behişt qismət eləsin, necə dəfinə axtardığımıza nağıl edirəm. Dəfinəni harda axtarırdınız ki? O dərə qardaş Fetisov dərəsindən o yandadır. Oranı sən də tanıyırsan. Merkulov kurqanı deyirlər. Hə, deyib Stepan sallağı oturdu. Ocaqdan ovcuna bir parça od götürdü. O dodaqlarını marşıldadaraq odu ovcunda o yan bu yana diyirlədə papirosunu yandırınca xeyli vaxt keçdi. Hə, belə. Atam dedi, Xristonya gəl Merkulov kurqanını qazaq. O da babasından eşidibmiş ki, həmin kurqanda dəfinə bastırılmışdır. Dəfinə də deməli elə şeydir ki, hər kəsə qismət olmur. Atam Allaha əhd eləmişdi ki, dəfinə ona qismət olsa, bir qəşəng kilsə tikdirəcəkdir. Biz də bu qərara gəlib həmin yerə getdik. Yer stanitsanın idi. Buna yalnız ataman şübhə edə bilərdi. Biz oraya çatanda axşamüstü idi. Şər qarışana qədər gözlədik. Deməli, Madyanın ayağını cidarladıq. Belləri götürüb təpənin üstünə dırmaşdıq. Təpənin düz kəlləsindən qazmağa başladıq. Təxminən 2 arşın dərinliyində çala qazdıq. Yer tamam daşdıq idi. Tapdalanmaqdan elə bərkimişdi ki, daha nə deyim? Yamanca tərləmişdim. Atam hey dua oxuyur, amma mənim qarnım hey qurulduyur. İnanarsızmı qardaşlar, ara vermirdi. Yay zamanı yediyimiz, içdiyimiz nədir? Hamınız bildiyiniz kimi qatıq, bir də kıvas. Qarnım quruldayırdı. Elə sancılamışdım ki, nəfəsim kəsilirdi və salam. Rəhmətli atam, Allah ona behişt qismət eləsin. Mənə dedi, "Tfu sənə Xristan, nə murdar adamsan. Mən dua oxuyuram, sən isə qarnındakı xörəyi saxlaya bilmirsən. İyi aləmi götürüb, nəfəs çəkmək mümkün deyil. Get dedi, aşağı düş, yoxsa bu bellə vurub boynunu üzərəm. Sənin kimi murdar adamın ucbatından dəfinə yerin dibinə çəkilib yox ola bilər." Mən təpənin ətəyində yerə uzandım. Qarnım ağrıyır, sancı məni öldürürdü.
Rəhmətli atam, o çox sağlam kişi idi. Özü təkcə qazmağa başladı. Biraz da qazdıqdan sonra bir saldaşa çatdı. Məni çağırdı. Mən deməli lingi həmin saldaşın altına salıb qaldırdım. İnanırsınızmı qardaşlar, aylı gecə idi. Daşın altı isə par-par parıldayırdı. Petro dözməyib gülümsəyə-gülümsəyə və bığını dartışdıra-dartışdıra dedi. Yaman küləyləyirsən ha, Xristonya. Niyə küləyləyirəm? Rədd ol əşi, filan şüdə. Deyib Xristonya elini şalvarını yuxarıya dartışdırdı və qulaq asanları nəzərdən keçirtdi. Yox, deməli yalan danışmıram. Allah haqqı düz deyirəm. Sözünün canını de görək. Bəli qardaşlar, daşın altı parıldayırdı. Diqqətlə baxdım, bir də gördüm ki, bunlar yanmış kömürdü. Orada 40 çanağa qədər kömür var idi. Atam dedi, düş Xristian, kömürü bayıra kürü. Düşdüm. Kömür zəhrimarı kürüdüm, ancaq işıqlaşanda qutara bildim. Səhər açıldı, bir də gördük, o budur ha, başımızın üstünü almışdır. Bir tərəfdə çulun üstündə uzanmış Tomilin maraqlandı. Kim? Kim olacaq? Ataman. Təkatlı faytonda budur gəldi. Ay filan olmuşlar, sizə buranı qazmağa kim icazə vermişdir? Dinmədik. Bizi qabağına qatdı, stanitsaya apardı. İniş il bizi Kamenskaya stanitsa məhkəməyə çağırmışdılar. Atam bunu başa düşübmüş kimi vaxtında öldü, canını qurtardı. Kağızın dalına yazdılar ki, filankəs sağ deyil, ölmüşdür. Xristonya buğlanan qazanı götürüb yerə qoydu. Arabadan qaşıq gətirməyə getdi. Xristonya qaşıqları gətirdikdə Stepan soruşdu. Bəs atan neynədir? Allaha əhd etmişdi ki, kilsə tikdirərəm. Heç nə tikdirmədi? Sən lap axmaq adamsanmış, Styopiya. Kömürə görə deməli o kilsə tikdirə bilərdimi? Söz vermişdisə, gərək tikdirəydi. Axı o Allaha kömür üçün heç bir şey vəd etməmişdi. Dəfinə isə bərk qəhqəhədən ocaq titrədi. Xristonya səfeh başını qazanın üstündən qaldırdı və adamların nəyə güldüyünü başa düşməyərək başqalarından daha güclü bir qaqqıltı ilə güldü. 7. Aksinyanı Stepana ərə verəndə onun 17 yaşı vardı. Onu donun o tayından, qumsallıqdakı Dubrovka xutorundan gətirdilər. Ərə getməsindən bir il əvvəl Aksinya çöldə, xutordan 8 vest kənarda yer şumlayırdı. 50 yaşlı qoca atası gecə qızın əl-qolunu kəndirlə sarıyır və zorluyur. Sonra isə o qızı hədəliyir. Ağzından bir kəlmə söz qaçırtsan, öldürərəm. Dinməsən, sənə məxmər kofta, ketir və qaloş alaram, deyə vəd edir. Bunu yaxşı yadında saxla. Ağzından qaçırsan, öldürərəm. Gecə Aksinya at köynəyi cırıq-cırıq olmuş halda qaça-qaça xutora gəlir. Anasının ayaqlarına düşüb, hıçqırıqdan boğula-boğula başına gələni danışır. Anası və hərbi xidmətdən yenicə qayıdıb gəlmiş atamançı böyük qardaşı atları arabaya qoşurlar. Aksinyanı da özləri ilə götürüb ora, atanın yanına gedirlər. Qardaşı cəmisi 8 verslik yolda az qalır ki, atların bağrını çatlatsın. Kişini tarla düşərgəsinin yanında tapırlar. O, kəndli kaftanını yerə sərib, sərxoş halda onun üstündə uzanıb yatırdı. Yanında boş araq şüşəsi vardı. Aksinyanın gözləri qabağında qardaşı arabanın ucu dəmirli oxunu çıxarır. Yatmış atasını təpikləyib oyadır. Ondan qısaca nə isə soruşur. Oxu qaldırıb qocanın burnunun üstünə ilişdirir. Ana ilə oğul kişini düz saat yarım döyürlər. Qızın həmişə dinc olan qoca anası huşunu itirmiş ərinin saçını qəzəblə dartıb yolurdu. Qardaşı isə onu hey təpikləyirdi. Aksinya arabanın altında yaylığını başına bürüyərək uzanmışdı. Səsini çıxarmadan tir-tir titrəyirdi. Səhər açılana azca qalmış qocanı evə gətirdilər. O, zarıyıb gözləri ilə otağı yoxlayır, gizlənmiş Aksinyanı axtarırdı. Onun qopardılmış qulağından balışın üstünə irin və qan axırdı. Axşam çağı kişi ölür. Adamlara deyirlər ki, sərxoş halda yıxılıb ölmüşdür. Bir il sonra bəzəkli arabada Aksinyaya elçi gəldi. Uca boy, möhkəm peysərli və boybuxunlu Stepan gəlinin ürəyinə yatdı. Toyu payıza, pəhrizdən sonraya təyin etdilər. Çillə girməmişdi. Azca şaxtalı və ürək açan bir gün idi. Aksinyanı bəyin evinə gəlin gətirdilər. O vaxtdan Aksinya Astaxovların evində cavan ev sahibəsi oldu. Oğlu kimi uca boy, ağır qadın, xəstəliyindən beli bükülmüş qaynana, gəlin gətirildiyi günün səhərisi Aksinyanı sübh tezdən durğuzdu, qolundan tutub mətbəxə gətirdi. Maşaları boş-boşuna götürüb qoyaraq dedi. Bilirsənmi, əziz gəlinciyəzim, biz səni buraya nazlanmağa, yanını yerə verib dincəlməyə gətirməmişik. Get əvvəlcə inəkləri sağ, sonra da sobanın yanına gəl, xörək bişir. Mən qocalmışam.
Naxoşluq məni əldən salmışdır. Ev eşiyinə yə dur, o sənin olacaq. Həmin gün Stepan ambarda cavan arvadını qəsdən, həm də rəhimsizcəsinə döydü. Onun qarnını, sinəsini, belini yumruqladı. Özü də elə yerindən vururdu ki, göyərsə görən olmasın. Elə həmin vaxtdan kənarda kef çəkməyə, gəzəyən arvadlarla gün keçirtməyə, Aksinyanı otağa yaxud ambara salıb qapısını qıfıllayaraq az qala hər axşam veyillənməyə başladı. O, il yarıma qədər uşağı olana kimi üzü qaralığını Aksinyaya əfv etmədi. Bundan sonra Stepan sakitləşdisə də, ancaq arvadına nəvaziş göstərmir, əvvəlki kimi evdə tək-tək hallarda gecələyirdi. Malqara çox olduğundan Aksinyanın işi başından aşırdı. Stepan tənbəllik edir, işləmək istəmirdi. Telini darıyıb yoldaşlarının yanına gedir, onlarla birlikdə papiros çəkir, qumar oynayır, xutordakı son hadisələr barədə mırt vururdu. Malqarıya baxmaq, altını təmizləmək, ev işlərini görmək bütünlüklə Aksinyanın öhdəsinə qalırdı. Qaynanasının ona demək olar ki, heç bir köməyi dəymirdi. O, biraz əlləşən kimi çarpayının üstünə sərilir, ağappaq ağarmış dodaqlarını bir-birinə kip basıb, ağrıdan bərəlmiş gözlərini tavana zilləyir, kələf kimi büzüşərək zarıyırdı. Belə dəqiqələrdə iri, eybəcər, qara xal dolu üzündən tər sel kimi axır, gözləri yaşarır, çox vaxt göz yaşı damla-damla axırdı. Aksinya işini gücünü buraxır, bir küncə qısılıb qorxa-qorxa və mərhəmətlə qaynanasının üzünə baxırdı. İl yarımdan sonra qarı öldü. Səhər çağı Aksinyanı ağrı tutdu. Günorta çağı isə uşağın doğulmağına 1 saat qalmış, qaynanası köhnə tövlənin qapısının yanında ayaq üstə keçindi. Sərxoş Stepana doğan qadının yanına gəlməməyi tapşırmaq üçün bayra qaçmış mamaça bir də gördü ki, Aksinyanın qaynanası dizlərini qucaqlayıb yerə sərilmişdir. Uşağı olandan sonra Aksinya ərinə isinişmişdi, lakin bu məhəbbət hissi deyil, kədərli qadın mərhəməti və yovuşmağı idi. Uşaq 1 yaşa çatmamış öldü. Köhnə güzəran təzədən başladı. Qrişka Melexov oynaqlaşaraq onun yoluna çıxdığı vaxt isə Aksinya dəhşətlə duydu ki, qəlbində bu mehriban qaraşın oğlana meyli var. Oğlan inadla, tərs buğa kimi onun yan yörəsində fırlanırdı. Aksinyanı qorxudan da məhz onun bu inadçılığı idi. O görürdü ki, bu oğlan Stepandan qorxmur. Qrişkanın ondan asanlıqla əl çəkməyəcəyini daxilən duyurdu. Bunu ağlına gətirməsə də, bütün varlığı ilə müqavimət göstərsə də, açıq-aydın görürdü ki, həm bayram günlərində, həm adi günlərdə getdikcə yaraşıqlı geyinir, bəzənib özünə sığal verir, özünü aldatmağa çalışsa da tez-tez ona rast gəlməyə cəhd edir. Qrişkanın qara gözləri onu ağır və azğın nəvazişlərə qərq etdikdə, bu Aksinyanın qəlbini isindirir və canına yayılırdı. Aksinya dan yeri söküləndə inəkləri sağmaq üçün oyandıqda gülümsünür, nədən sevinəcəyini hələ dərk etmədiyi halda tez xatırlayırdı. Bugün ürək açan bir şey olacaq. Nə olacaq? Qrigori, Qrişa. Onu bütünlüklə bürüyən bu yeni hiss Aksinyanı qorxudurdu. Odur ki, xəyal aləmində sərvaxtılıq edir, addımlarını ehtiyatla atır, sanki martda buzları codurlaşıb boşalmış Don çayının üstü ilə yeriyirdi. Aksinya Stepanı düşərgəyə yola salandan sonra bu qərara gəldi ki, Qrişka ilə mümkün qədər az görüşsün. Tor götürüb birlikdə balıq ovuna getdikləri gündən sonra bu qərarı biraz da möhkəmləndi. 7. Troitsa bayramına 2 gün qalanda xutor cəmaatı biçənəkləri bölüşdürürdü. Bölgüyə Panteley Prokofyeviç də getmişdi. Oradan nahar vaxtı qayıtdı. Nıqqıldaya-nıqqıldaya çarıqlarını çıxartdı, gəzməkdən yorulmuş qıçlarını bərk-bərk qaşıya-qaşıya dedi. Bizə Krasnoyar yaxınlığındakı sahə düşüb. Otu bir o qədər də tərifli deyil. Yuxarı başı meşəyə dirənir. Bəzi yerləri isə alataladır. Tək-tək yerlərində ayrıq otu var. Qrigori, otu nə vaxt biçəcəyik? Deyə soruşdu. Bayramdan sonra. Yoxsa Daryanı da aparacaqsınız? Deyib qarı qaşqabağını salladı. Panteley Prokofyeviç əlini yellətdi. Demək istəyirdi ki, məndən əl çək. Lazım olar, apararıq. Durub nahar versənə, yeyək. Əl qolunu niyə ölçürsən? Qarı sobanın qapağını şaqqıltı ilə qaldırdı. İsti borşu çıxartdı. Panteley Prokofyeviç süfrə başında bölgüdən və atamanın az qala bütün xutor cəmaatına fırıldaq gəlməyindən xeyli danışdı. O elə keçən ildə hiləyə əl atmışdı, deyə Darya onun sözünə qüvvət verdi. Adamlar sahələrini güc-bəla ilə aldılar. Ataman hey Malaşka Frolovanı dilə tuturdu ki, gəl paylarımızı dəyişək. Panteley Prokofyeviç loğmasını çeyniyə-çeyniyə dedi. Köhnə əclafdı. Dunyaşka qorxa-qorxa soruşdu. Dədə, bəs biçilmiş otu kim dırmıqlayacaq, taya vuracaq?
Bəs sən nəsən? Mən təklikdə, dədə, bunun öhdəsindən gələ bilmərəm. Aksyutka Astaxovanı da çağırarıq. Gedəndə Stepan xahiş elədi ki, onun otunda biçək. Kömək etməliyik. Ertəsi gün səhər çağı yəhəri səkil ayğır minmiş Mitka Korşunov Melexovların evinin qabağına gəldi. Çiskin yağış yağırdı. Xutorun üstünü qara buludlar almışdı. Mitka əyilib darvazanı açdı. Atı həyətə sürdü. Artırmaya çıxmış qarı onu səslədi. O, Mitkanın gəlişindən narazı olduğunu gizlətməyib, açıq-aşkar, "Nə var ay dəcəl, nəyə gəlmisən?" deyə soruşdu. Cəsur və dalaşqan Mitkadan onun zəhləsi gedirdi. Altını məhəccərə bağlayan Mitka təəccüb elədi. "İliniçna, məndən nə istəyirsən axı? Mən Qrişkanın yanına gəlmişəm. O hardadır?" "Mələkdə yatıbdı. Nə var, canını azar alıb? Deməli piyada gəzə bilmirsən?" Mitka inciyib, "Xala, hər şeyə qulp qoyursan ha?" dedi və yanlarını basa-basa bəzəkli qamçısını oynada-oynada və lak uzunboğaz çəkmələrinin quncuna vurub şappıldada-şappıldada mərəyə tərəf getdi. Qriqori şahnişini çıxardılmış arabanın içində yatmışdı. Mitka bir şey nişan alırmış kimi sol gözünü qıyıb Qriqoriyə bir qamçı çəkdi. "Ayağa qalx, ay mujik." Mitkanın nəzərində mujik ən pis söyüş idi. Qriqori yay kimi dik atıldı. "Nə edirsən? Bəsdir yatdın. Mitri, acığım tutmamış sarsaqlama. Qalx, səndən işim var." "Hə, nədir?" Mitka arabanın laydır üstündə oturdu. Çəkməsinə yapışıb qurumuş palçığı qamçı ilə vurub yerə tökərək dedi. "Belə şey mənə Qrişka ağır gəlir." "Nə? Axı belə iş olar?" deyə Mitka uzun bir söyüş söydü. Yüzbaşı özünü elə çəkirdi ki, daha nə deyim? Bərk qəzəblənmiş Mitka dişlərini hey qıcırdır, yeyin-yeyin danışır, ayaqları titrəyirdi. Qriqori qalxıb oturdu. "Hansı yüzbaşı?" Mitka onun köynəyinin qolundan yapışıb bu dəfə sakitcə dedi. "Dur, atını yəhərlə, çaparaq Subasara gedək. Mən ona göstərərəm. Mən ona eləcə də dedim. Zati aliləri, gəl atlarımızı sınayaq." "Get," dedi. "Bütün tanışlarını, dostlarını buraya gətir. Mənim atım sizinkilərin hamısını ötəcəkdir. Ona görə ki, atımın anası Peterburqda zabitlər cındırında dəfələrlə mükafat almışdı. Mənə qalırsa, onun Madyanını da, Madyanının anasını da Allah vurmuşdu. Mən dünya dağılsa da ayğırımı ötməyə qoymaram." Qriqori tələsik paltarını geyindi. Mitka daban bastı, onun dalınca gəzirdi. Hirsindən dili dolaşa-dolaşa danışırdı. "Həmin yüzbaşı tacir Moxova qonaq gəlmişdir. Qoy görüm adı nədir? Deyəsən Lisnitskidir. Cantıraq, təmkinli bir adamdır. Gözlərinə eynək taxır. Əşşi, hər kimdirsə cəhənnəmə ki. Nə olsun ki eynək taxır? Qoymaram onun atı mənimkini keçsin." Qriqori gülə-gülə damazlıq üçün saxladıqları qoca madyanı yəhərlədi və atası görməsin deyə küçə qapısından deyil, xırman tərəfdən atı çölə sürdü. Dağın ətəyindəki Subasara yollandılar. Atlar palçığı fırçıldada-fırçıldada yeriyirdi. Subasarda qurumuş bir qovaq ağacının yanında atlılar onları gözləyirdilər. Bunlar yaraşıqlı, arıq qıvraq madyan minmiş yüzbaşı Lisniskidən, bir də 7 nəfər yerli cavan atlıdan ibarət idi. Yüzbaşı burnunun üstündə pesneni düzəltdi. Mitkanın mindiyi erkək atın döşündəki möhkəm əzələlərə heyran-heyran tamaşa edərək soruşdu. "Atları hardan sürək?" "Qovaq ağacından Şah gölünə qədər." Yüzbaşı uzağı görmədiyi üçün gözlərini qıyıb soruşdu. "Bu Şah gölü hardadır?" "Odur ey zat aliləri, meşənin yanında." Atları sıraya düzdülər. Yüzbaşı qamçısını başı üzərinə qaldırdı. Çiynindəki paqonu qabardı. "Mən 3 deyən kimi sürərsiniz. Hə, hazırlaşın. 1, 2, 3." Yüzbaşı yəhərin qaşına yatıb bir əli ilə furaşkasından tuta-tuta birinci olaraq atını çapdı. O, təxminən 1 saniyə hamıdan qabağa düşdü. Özünü itirmiş, rəngi qaçmış Mitka üzəngiyə qalxdı. Qriqoriyə elə gəldi ki, Mitka başının üstünə qaldırdığı qamçını ayğırın sağrısına çox gecilişdirdi. Qovaq ağacı ilə Şah gölünün arası 3 verst idi. Yol yarı olanda Mitkanın ayğırı ox kimi süzdü, yüzbaşının madyanına çatdı. Qriqori atını könülsüz çapırdı. Cıdır başlanandan geridə qalmış Qriqori madyanını löhrəm yerişlə sürür, getdikcə uzaqlaşan, bəziləri geri qalan, çaparaq gedən atlılara maraqla tamaşa edirdi. Şah gölünün yaxınlığında bahar sularının gətirdiyi qum təpəsi var idi. Təpənin dəvə boynunu andıran sarımtıl yalında yarpaqları bıçaq kimi iti olan seyrək soğanaq bitmişdi. Qriqori gördü ki, yüzbaşı ilə Mitka eyni zamanda həmin təpəyə qalxdılar. O biri tərəfinə endilər. Başqa atlılar da tək-tək onların dalınca təpəni aşdılar.
Qriqori gölün kənarına çatanda atlılar artıq tərli atlarını çəkib bir araya yığışmışdılar. Atdan düşən oğlanlar tələsik yüzbaşını dövrəyə alırdılar. Mitkanın simasında fərəh var idi. Onun hərəkətlərində qalibiyyət sezilməkdə idi. Yüzbaşı Qriqoriyə azacıq belə olsun dilxor görünmədi. O bir ağaca söykənib papiros çəkir, suda çimdirilmiş kimi qantar içində olan atını çeçələ barmağı ilə göstərərək deyirdi. Mən onu 150 verst çaparaq sürmüşəm. Stansiyadan dünən gəlmişəm. Atım dincini almış olsaydı, Korşunov, sənin atın onu heç vaxt ötə bilməzdi. Mitka alicənablıq edib dedi. Ola bilər. Hamıdan axırda gəlib çatmış atlı, üzü çil-çil oğlan qibtə ilə dedi. Bizim mahalda onun ayğırından bərk qaçan at yoxdur. Yaxşı atdı, deyib sevindiyindən yerə göyə sığmayan Mitka əli titrəyə-titrəyə ayğırın boynunu şappıldatdı, quru təbəssümlə Qriqoriyə baxdı. Qriqori ilə Mitka ikilikdə dəstədən aralandılar. Atlarını yol ilə deyil, dağın ətəyi ilə sürdülər. Yüzbaşı onlarla soyuq vidalaşdı. Sağ əlinin 2 barmağını furaşkasının günlüyünə qaldırdı və üzünü yana çevirdi. Döngədə evə çatdıqda Qriqori gördü ki, Aksiniya üzbəüz gəlir. Qadın əlindəki quru budağın çör-çöpünü qoparda-qoparda gəlirdi. Qrişkanı görən kimi başını aşağı saldı. Niyə utandın? Olmaya biz atı yəhərsiz minmişik, deyə Mitka qışqırdı və göz vurdu. A mənim ətirli əmbərli gülüm, ah azca acı təhərsən. Qriqori yalnız qabağa baxırdı. Aksiniyanın yanından ötmüşdü ki, birdən qamçını sakitcə yeriyən Madyana ilişdirdi. Madyan dal ayaqları üstə çöktü, dik sıçrayanda Aksiniyanın üstünü palçığa buladı. Dəli şeytan! Qriqori atın başını geri çevirdi. Qızışmış atı düz onun üstünə sürərək soruşdu. Niyə salam vermirsən? Salama layiq deyilsən. Bax, elə buna görə də üst başını palçığa buladım. Loğu olma. Aksiniya əllərini yellədə-yellədə özünü atdan qoruyaraq qışqırdı. Burax gedim. Bu nədir? Məni ayğıra ayaqladırsan? Bu ayğır deyil, Madyandır. Nə fərqi var? Burax. Nəyə acığın tutur, Aksyutka? Doğrudanmı Subasardakı hadisəyə görə məni acığın tutur? Qriqori düz onun gözlərinin içinə baxdı. Aksiniya ona nə isə demək istədi, ancaq qara gözünün qırağında qəflətən bir damla yaş göründü. Dodaqları aciz-aciz titrədi. Qadın göz yaşını güclə saxlaya-saxlaya pıçıldadı. Əl çək, Qriqori. Mənim acığım tutmur. Mən... deyib getdi. Mat qalmış Qriqori darvazanın yanında Mitkaya çatdı. Bu gecə kef məclisinə gələcəksənmi? Deyə Mitka soruşdu. Yox. Bəs niyə elə? Yoxsa o səni yanına gecələməyə çağırmışdır. Qriqori əli ilə alnını hövkələdi və cavab vermədi.